Vaxtımızdan. Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. Bir dənə başlayaq belə ümumi tanışlıqdan. Mən sizi tanıyım. Düz mənim adlarla əlaqəli problemim olur həmişə. İndi bir müddət adlarınızı təkrar-təkrar deyəcəksiniz. Bir dənə bildim ki, iki dənə fərdimiz var hələkilik. Hə. Sizlə başlayaq, Gülnar xanım. Aha. Ümumi danışın, bu sahədə siz deyilsiniz. Bu sayede deyiləm, bank sektorunda. Bank sektorundasınız. Aha, əməliyyatda yəni. Əməliyyatdayam. Necə bu sahəyə yaxşı? Bankda maaş yaxşı olur. Yaxşıdır, amma ki, öyrənmək istəyirəm. Ümumiyyətlə çox amaram vardı. Sadəcə o vaxt baxımından heç cür alındıra bilmirdim. Çox bank əməkdaşlarının mən rastlaşmışam. Bu müştərilər həmişə gələndə bu hüquqi şəxslər, fərdi satıcılar bəhtlərini deyirlər, eləyirlər və mənim tanıdığım bank əməkdaşları var. Sonra onların bankdan yavaş-yavaş ayrılır, konsaltinq qurur, o müştərilərlə işləyirlər. Çünki müştəri gəlirsə, hamısını bir arada eləməyi insan üçün sevilir. Bizdə çox əməkdaşlar var ki, hüquqi şəxsin mühasibatlığını aparır, bankda da işini görür. Həm də yaxın şeylərdə, eyni proseslərdə ona görə. Ümid edirəm ki, gözləntilərinizi qarşılayacaq. Düzdür, bu 3 aylıq kursdur yoldaşlar. Yəni buradan çox şey gözləməyin də. Çox şey. Yəni Çox şey gözləyirəm. gözləntilərinizi qarşılayacağıq, amma yəni mühasibatlıq özü o qədər böyükdür ki, 3 aya sığacaq qədər bir şey deyil. O mənada deyirəm. Sən başa düşmürsən. 3 aylıq bitirdikdən sonra kiçik bir mühasib kimi hər hansı bir işin öhdəsindən gələ bilərik. Bəli, kiçik mühasib kimi hardansa başlamaq, hansı əməliyyatları icra etmək mümkün olacaq. Çünki imkan daxilində praktik olaraq da göstərilməsi mümkün olan hər bir şeyi açıb göstərəcəm. Düzdür, banklarda məsələn interfeyslər fərqli olur deyə onu demək olmaz da ki, məsələn kapital bankda əməliyyatı necə icra edirsə, aksesdə də elədir. Bu biraz absurddur. Amma məsələn elektron qaymələr olsun, Dövlət Gömrük Komitəsinin səhifəsi olsun, mal materialdan danışanda açıb hamısını bir-bir göstərəcək imkan daxilində. Ümid edirəm ki, gözləntilərinizi qarşılayarıq. Hə. Qarşılamasaq da yəqin ki, sağ-salamat çıxarıq bir çaydan. Siz Xan Əli bəy, nə qəşəng adınız var? O vaxtdan kişilərinin adından da. Buyur qardaş. Oxuyursan, işləyirsən. Hal-hazırda işləyirəm logistikada. Nə gözəl. Bir istən istifadə. O ambar tərəfində mühasibatda kompaniyada. Bu sahə ilə ümumiyyətlə bu sahə üzrə oxumusan, yoxsa iqtisadiyyat üzrə oxumusan? İqtisadiyyat üzrə oxumusansa, adətən dəqiq elmlərdən gələnlər yoldaşlar o qədər çox çətinlik çəkmirlər. Çünki dəqiq elmlərdən gələnlərdə o məntiq də qəşəng inkişaf eləmiş olur ki, onlar tez götürə bilirlər. Adətən humanitar fənlərdən gələnlərdə biraz cüzi bilirsən nisbətən çətinlik olur, onun da öhdəsindən gələcək. Logistikada işləyirsən. Nə qədər müddətdir təqribən? Gəncsən hələ. Hə, gəncsən, təzə universiteti bitirmisən. Xeyirli olsun. Hə, Fərid, mən eşitdim səni, amma yoldaşlarımız da tanısın bizi. Hal-hazırda İqtisad Universitetində Təhsil olsun. İkinci kursda dedim. sahə maraqlarını öyrənmək istəyirəm. Xeyir, sağ olsun. Mən bilən biznes idarə olunmasında da ya bir semestr, ya nəsə belə keçirilir maliyyə mühasibatı. Son ikinci semestr. Hə, bilirəm də. Yox, keçəcəksən inşallah. Ümid edirəm üst-üstə düşər. Sonra gəlib deməyərsən ki, sən belə demişdin, onlar belə deyirlər. No. Sizi tanıyaq. Məxfurə. Aha. Vermeli mühasibatçıda hoşlanmaram olduğu için düşündüklermiş vaktim var. Ben yaklaşık görüntülere ve başa düşebilirim de bu neden istiyorsanız bilmiyorum. Ama her şey maraqlı oldu. İstəmişəm öyrənim. Proses necə baş verir, nələr necə hesablanır. Hansı ixtisas üzrə bəs özünüz belə əvvəllər işləmisiniz, eləmisiniz və yaxud da oxumusunuz? IT, amma gül kimi ixtisasdan. Ümumiyyətlə marağınız olmayıb yəqin ki, işləməmisiniz yoxsa? IT fakültesi kazanılmıştı ve yeni her şey geçirildi. O yüzden iş tapmakta çətinlikdə, iş lazımdır, pahalı iş tələbə adamdır. Tam onu qarşılamaktan iş tapmakın hamısını bir yere Düzdür. Həm də bizdə universitetlərdə elə laboratoriya yox ki, orada nəyisə dərindən keçə bilirsən. ki tamamdır. Prosta yandırıb söndürməyə şey edir. Bizdə o vaxtlar yadıma gəlir iqtisadda oxuyanda. Doğrudan. Biz Gənclikdə Türk fakültəsində oxuyurduq. Təsəvvür edin ki, elektron, TÜDİFAK-da.
elektronlaşdırdılar, gətirib elektron kitablar, kompüterlər qoydular. Türkiyənin hansı universitetindən filan kontakt yaratdılar, elədilər. Onun üçün bizdən nə bilim get deyir IT müəllimindən arayış al, onu dekan da təsdiqləsin. Ondan sonra biz sənə icazə verək kompüterdən kitab oxu. Bəli, bəli. Bilmirəm, mesela o üzrə anlamadı, amma mənim öz ixtisasım üçün maraqlıdır da. Yəni, onu da- Çox maraqlıdır, çox gəlirli sahədir. Bəli, bəli. Belə gətirdi ki, yəni başqa cür aldı. Bir dənə statistika deyim də, Kanada, Amerikada ən gəlirli sahəsi sayılır. Birinci yerdədir IT sahəsi. Gəlirinə görə o baxımdan. Yəni o dərəcədə də ehtiyac var. Hətta məsələn Express Entry var Kanadada. IT işniksənsə, illərlə gözləmirsən də, orada sənədləri filan yüklədin, bəli. İlk çağırılan onlar olurlar. Amma başqa ixtisassansa bütün balların ən üstün belə olsa, iş çıxmadığı müddətcə ilişib qalırsan. O dərəcədə, bəli. Bu sadəcə olaraq onda bir və təcrübə sizə düşdüydü. O reallıqdadır. Ben hafızasının değil de 73 riyaziyyat müəllimi oldu. Ne danışsın bilirler. Sohbet bilgileri. Yani tam ciddi yanaştırıldı. Yeni açılan bir şey. Tam çözlerle. Oturuşturmamışdılar. Böyle oldu. Daha sonra yani ben mesela maliye bitirmemişim. Geri var süreçti. Beğenmeyeceğim. İmkan araçta oturmam şey geliyor. Baktım ki ben daha lafını istedim. Geçtim. Turizm işleri. Birbiriyle görüşüyorum. Sonra aradım. Fazla iş düzenleyen. Bu da bir biraz sonra. Yani ne var? Ben de gözlemlerim böylelikle inşallah yaşam. İnşallah, inşallah. Mənə qorxuzur hamı gözlərim sənin böyük deyə. Hə, yoldaşlar, indi arxadan önə gəlir. Alım elinde yer geçmeden söz yıldaşların nasıl Elmin. Bəlkə də. Siz deyəsən 4 nəfər, siz də yox. 4 nəfər ailə. Belə təqribi tutdum ki, burada siz dördünüzdür. Şahin müəllimə gedirsə, yazaraq bir yana problem yox. Hə, burada kiçik mühasibə. Nə gözəl. Sırf mahsullerden bir ay olan başlamış olan öz ihtisasın, bakalar ihtisasın iqtisadiyyat olsun. Tudifakdan gələrsən bax. Yok, her şeylerden. Şimdi ise Tamam mənim tudifaklar çəkir gətir ona görə. bir de maliyede yani maliyemiz. Burayı servis ilgisinde maalesef. Xeyirli olsun. Xeyirli Şunun olsun. masrafları da maliye masrafları da aynı yaptığı. Tam üst-üstə düşür. Düzdür. Xeyirsinə inşallah. Ümid edirəm ki, sənin gözləntilərin o qədər böyükdür. Yoxsa ümid edirəm ki, hamımızın ümumiyyətlə gözləntisini qarşılayarıq. Bir dənə sıxıntı eləməyərsinlər, sualınız olsa, hamı sualın hökmən versinlər. Utanmayın, çəkinməyin. Ham bura pul verir, bir də ki, puldan da dəyərli olan vaxtını sərf edir yoldaşlar. Ona görə də qətiyyən, yaxşı? Hə, Adım Təkrardan deyil, çocuk sənədəsiyəm. aha, Excel özləşdirdim onun ilə. Tudifakda. Yox, Yox, almır. Burada praktikansan, yoxsa burada kiçik mühasibə? Sonra köməkli mühasibə. Nə gözəl, nə gözəl. Xeyirli olsun. Siz? Ben Jasmine adam. Jasmin. Nə maraqlı addır, dəyişikdir. Jasmin də yox, Jasmin birbaşa. Aha. İşləyirəm, aslında. Ha, siz axır işləyirsən. Tudifak. Masrafda. Bir köynək mənə daha yaxınsınız, eyni fakültə. Mühasibatlıq üzrə. Orada sizə mühasibatlığı kim deyib Tudifakda? Nur Hoca, Yok hoca ders değil ama Leyla Hoca. Leyla Hoca. yönetim var. Nə gözəl, nə gözəl. Onlar dərsləyiblərsə okeydir. Siz? İşləyirəm, matematik başlamışam və Rus iqtisadiyyat məktəbini bitirmişəm. Ha, Rus iqtisadiyyat. Rus iqtisadiyyat məktəbi. Aha. Bilmirəm. Masrafda da öncə masraf şirkətinə getmişəm üstünə 5 ay. Harda? 5 ay yoxsa. Onda sizə yəqin vergin zad da təlimini keçiblər. Hə, ona görə uzun oldu. Ya təmin. Hə, mühasib mütəxəssis proqramları var idi olan bir dənə. Yəqin o da getmiş. Sizdə bizim təlimdə yoxdur ki, vergi falan. Vergini biz necədir? Ayrı-ayrı tuturlar. Məsələn, 3 aydır vergiyə getmək istəyəndə vergi ilə əlaqəli Salman müəllim keçir. Səhv eləmirəmsə 2 aydır. Bəli. Sadəcə olaraq 5 aylıq eləmirlər. Çünki çox adam
elə bir ki, belə deyək də, deyir, mən sırf mühasibatlığı öyrənmək istəyirəm, vergi tərəfini bilirəm və yaxud da gəlirdi ki, mühasibatlığı bilirəm, vergini öyrənmək istəyirəm, ona görə də ayrı-ayrı tutublar. Onlar amma mühasib mütəxəssis proqramı çərçivəsində onların hamısını birləşdiriblər. Siz ümumi məlumat verirsiniz. Ümumi məlumat verirəm. Mən çox dərinliyinə getməsəm də, ümumi keçdiyimiz mövzulara aid qanunvericilik tərəfdir və sair və ilaxır hamısını izah edirik. Buyurun. Adım İbrahim, koordinatör şirkətində işləyirəm. Körpü bina tikin tanış addır, çox kontrol etdim. Qurbanlıq Əhməd Rəcəbində filialı. Material üzrə mühasibəm 4 il işləyirəm, Ay amma maşallah. bildiyim üzrə işləyirəm də, yəni Sırf ambar çox üzrə belə deyim. amma yəni mənim ixtisasım deyil, mən material üzrə, sertifikasiya üzrə oxumuşam. Sumqayıt dövlətdə. Amma işim uzun mühasiblikdir, 4 il işləyirəm hal-hazırda, yəni daha belə geniş öyrənmək istəyirəm. Hə, orada da deyirlər ki, kursa keçsən keçəcək o bir tərəflərə. Yəni Getmək bizdə yox. yox, Yoxdur, yox. Stabil bir yerdə dayanırsan. Prosta yəni dil qədərində işləyirəm. Elə deyim, yəni əlavə bir şey öyrənmək mümkün deyil orada. Yəni bir materialla əlaqəli dərs keçəndə sizdən soruşacağam mən dərsi. Ümidim. Xeyirsindən. Fərid bir dənə özü təqdim eləsin. Adım Fərid. İqtisad dövlət tədrisiyim. Biraz fikirləşib deyəcək dördüncü kursan. 4-cü kursu. Dördüncü. Dizayn tədrisi. Gəlib sorandan deməyəsən mən 3 idim qarışdırmışam da. Əsasən mühasibatlığa bəlkə dedim mühasibatlıq üzrə oxuyursan yoxsa Yəni. Dizayn. ticarət üzrə. Dizayn. Dizayn üzrə, hə. Qrafik dizayn et, hə demişdiniz. Veçsən, onsuz da AI çıxmışdı. Qrafik dizaynerlərin işləri biraz çətinləşir. Yanda da sələsində. Allahdan xeyirsin. Ümid edirəm burada sən həvəs yaradarıq. Da həvəsin olar. Dolaşam mən də Nizami Qarayev 15 ildən çoxdur bu sahədə. Siz ne oldu? Buyur əlbəttə ki. Tıbbakta hani nasıl hani hidroterapistler belki tanıyarsınız. Nur hazırlanan şahsen tanır. Vasif Əliyev müəllimdir. Yalan deyirəm. Leyla xanımı tanıyıram, Nərman hocanı tanıyıram. Mənə dərs deyənlərdən düzdür. Azadam qalıb. Məsələn, Nazim Cəfərsoy mənə dərs deyib, diplom rəhbərim. Mən 9-da bitirmişəm, 2009-da, 2005-9-cu illərdə. Ucuyam. Ola bilər ki, bəlkə də görmüşəm, üzdən tanıyıram, yalan deyər. Nazım hocadan diplom işi götürmüşdüm. Mənim əslində məqsədim mühasibatlıq deyil, başqa sahə üzrə yönələcəkdim. Sonra biraz əsgərlik məsələlərimdə problem çıxdı deyə təzədən qayıtdım tam məsləyinə. Yevreylər kimi davam etməyə başladıq biz də. Dolayısıyla Nizami Qarayev 15 ildən çox hardasa demək olar ki, ümumi götürsək bu sahədə təcrübəm var. Yəni universiteti bitirib elə mühasibat uçot üzrə başlamışam. Aktiv şəkildə hardasa 2020-ci ildən etibarən təlimlər, tədrislər keçməyə başlamışam. Bundan əvvəl İnnov Business School'da dərs deyirdim. Daha sonra son hardasa 3-4 il aktiv şəkildə orada dərs dedim. Yəni gündüz qruplarda olurdu, gecə qruplarda. Sonra təzədən biraz yüngül var da olsa öz işimizi qurduq və keçdik Azərbaycan Mühasiblər Məktəbi ilə ancaq axşam qruplarında davam etməyə. Bu vaxta qədər düzdür. İndi bir deyək hamı səndən razıdırsa, deməli ya 200-sən ya və s. və ilaxır. Bu vaxta qədər narazı olanlar olsa da, amma ümumi təlimi götürsək, bəlkə də 1%-ni təşkil eləmək. Ümid edirəm ki, siz də 99%-in içində olarsınız, buradan razı gedərsiniz. Amma bu təkcə məndən asılı bir nüans deyil. Sizdən də asılıdır. Mən yön istiqamət verirəm, çətinliklərinizi həll eləməyə köməklik edirəm, mövzuları izah edirəm. Amma siz mənə geri dönüş eləməsəz, başa düşmədiyiniz yerləri soruşmasaz, təkrar üstündən nəyinsə keçməsək, təbii ki, o məndən asılı olmayacaq bir vəziyyətə gəlib çıxacaq. Ona görə də qarşılıqlı surətdə işləməliyik. Sizdən çox xahiş edirəm, evə verilən tapşırıqları, yəni slaydı belə deyək də, videoya qulaq asıb slayda baxmasaz da olar. Slayd zaten müəllimə yön göstərir ki, qısa belə deyək də başlıqlardır ki, mən dərsi mövzunu izah edeyim. Amma tapşırıqlara tam ciddi hazırlaşarsınız, hazırlanıb gələrsiniz. Çətinlik olduğunuz yerlər zaten verilən tapşırıqlar burada təkrarən işlənməyəcək. Yaxşı. Bir də onlayn qoşulan yoldaşlarımız var idi.
Burada da Günay xanım var. Günay xanım, qısaca özünüzü təqdim eləyərdiniz, mövzuya keçərdik yavaş-yavaş, əgər mümkünsə. Yaxşı. Nərgiz xanım, siz təqdim eləyərdiniz özünüz. Bir də axşamınız xeyir. Hər vaxtınız Mən xeyir olsun. mən hal-hazırda satın alma mütəxəssisi olaraq çalışıram. Eyni zamanda da satın alma təlimi deyirəm, fərdi belə ümumiyyətlə qrup şəklində olaraq. Fövqəladə Hallar Nazirliyinin Baş Ekspertiza İdarəsində və Müdafiə Sənaye Nazirliyinin bir iki qurumunda yəni çalışıram. Həm də Kooperasiya Universitetinin birinci kurs tələbəsiyəm, Mühasibat Uçot fakültəsinin. Eyni zamanda da Sosial İqtisad Kollecinin Mühasibat Uçotunu bitirmişəm. Sadəcə olaraq arada biraz oxumağımda fərq yaranıb. Yəni 11 ildən sonra universitetə qəbul olmuşam, amma bu müddət ərzində də dövlət qurumunda kiçik mühasib olaraq çalışmışam, amma ən çox çalışdığım sahə satın alma mütəxəssisi olub və satın alma sahəsi ilə də davam eləmişəm. Sadəcə olaraq artıq mən öz belə deyək də xidmət sektorunda özümü satın almağı formalaşdırdığıma görə artıq özümə bir konsaltinq yaratmaq üçün mühasibatlığı da öyrənməyi şərt bilirəm ki, yəni mən həm mühasibatlığı bilim, həm satın alma zaten bilirəm və idarə eləyirəm. Mühasibatlığı da bilib idarə eləmək istəyirəm. Xeyirli olsun. Ümid edirəm ki, gözləntilərinizi qarşılaya bilərik. Siz də İnşallah, o yöndə düzüb qoşub tezliklə həll eləyə bilərsiniz. inşallah yaxşı olur. Çox sağ olun. İnşallah. Türkan xanım, mümkündürsə, əgər imkan varsa, siz təqdim eləyərdiniz özünüzü. Günay xanım nəsə səs çıxmadı. Yəqin ki, ola bilsin səsli küydü. Buyurun. Salam. Görürsünüz məni? Yox, çox təəssüf ki, deyəsən açmamışsınız kameranı. Bir saniye. В общем, deyəsən kamera işləmir. Demək, mən Portuqaliyada PhD təhsili almışam. Eyni zamanda Çexiyada master, Azərbaycanda isə vergi ixtisası üzrə bitirmişəm. İqtisad Universitetində vergi müəllimi olmuşam. Bakı Mühəndislər Universitetində tax controlling dərsi keçmişəm ingilis dilində 2017-ci il, düz 2021-ci ilə qədər. Və o müddətdən də öncə 2014-cü ildən də xaricdə yaşamışam, Portuqaliyada olmuşam. Yəni müntəzəm olaraq gedib gəlmişəm də belə desək. Hal-hazırda Azərbaycandayım, analıq məzuniyyətindəyəm və yenidən refresh olmaq üçün, yəni yenidən mühasibatlığa addım atmaq istəyirəm ki, yenidən görüm nələr dəyişib, nə baş verib. Yəni belə, məqsəd budur yalnız. Özüm Apple şirkətinin Majoral şirkəti var idi, bilmirəm eşitmisiniz yoxsa yox, Portuqaliyada Apple layihəsində orada fəaliyyət göstərmişəm, financial reporting işinin fəaliyyət göstərmişəm, yəni belə. Bağışlayın. Narahat olun. Mənim kursuma niyə gəlmişsin? Mən o maraqlı bu qədər geniş formada bunların hamısını deyəndən sonra. Ümid eləyirəm ki, Türkan xanım, nə deyim, gözləntilərinizi qarşılayır deyə. İnşallah. Prosto refresh olmaq üçün, o özünüz bilirsiniz, biraz Azərbaycandan uzaq, mühasibatlıqla fəaliyyətim olmayıbdı. Yalan danışmaq istəmirəm. Yəni heç zaman, yəni hər zaman həvəsim olub. İnnapda da iştirak elədim. Cəmi 5 dərs. Daha sonra yaxın iştirak edə bilməmişəm kursda. Adım da var idi. İnnapda kim dərs deyirdi? Eyşən mənim idi, nə idi, belə bir şeydi. Qrubu hələ də qalıbdı məndə. Yarımçıq qoymuş buranı da. Dərslərə də imkan olmadı, yəni dərslərə daxil olmaq. O da onlayn şəklində idi. İndi dedim, yox, 100%'lik sertifikat falan olsun. İstərsəmiz heç bir ziyanı yoxdur, yəni yenilənmək üçün. Ümid edirəm, nə bilim, gözləntilərinizi qarşılayarıq. İnşallah. Gözümdəki çətinliklə başladı. Yox, estağfurullah. Gözləntilər bir tərəfdən PhD-lər filan. Eyb yox. Xeyrisi inşallah. İnşallah. Günay xanımdakı yəqin ki, səsli yerdədir, cavab verə bilmədi. Onda biz keçək yavaş-yavaş dərsimizə yoldaşlar. Hamımız tanış olduq. Mühasibat uçotuna giriş dərsi olacaq. Bu dərsdə ümumiyyətlə mühasibat uçotu nə üçün bir şirkət üçün lazımdır, necə başlayıb bu yaranmağa, inkişaf eləməyə filan, bu barədə ümumi olaraq danışacaq yoldaşlar. Mühasibat uçotu
belə deyək də, uçot deyiləndə qeydiyyat sistemi nəzərdə tutulur. Şirkətin nə dərəcədə bu fəaliyyətini dəyərləndirmək üçün aparılan qeydiyyat sistemidir. Yəni şirkət qurmuşuq, okey, mənfəətlə mi işləyir, zərərlə mi işləyir, bunun pul vəsaitləri hara axır gedir, nə qədər müştərilərin bunlara borcu var, nə qədər bunun mal aldığı, satın alma elədiyi təchizatçılara borcu var, kapital qoyuluşu nə qədərdir, mənfəətliyi, məsəl üçün, illər üzrə hətta indi 2 dəqiqə ad yadımdan çıxıb, Türkan xanım, məsəl üçün, maliyyədə, reportingdə işləyib də, məsələn, maliyyəçilərin işi nədir? Hətta illər üzrə, adətən son 3 ili götürürlər, həmən, belə deyək də, mühasibin apardığı işlərdən maliyyə hesabatları yığılır. O maliyyə hesabatlarına əsasən müxtəlif analizlər aparırlar. Məsəl üçün, şirkət artan tempdəmi fəaliyyət göstərir, enən tempdə. Məsəl üçün, şirkətin çox böyük mənfəəti ola bilər, amma son 2 ilə baxanda, yəni 3 ili götürüb analiz edəndə görərsən ki, mənfəətdə olsa da böyük məbləğlər. Amma bu düşən tempdə gedir, yəni hər il azala-azala gedir. Və yaxud da ki, ola bilər ki, çox cüzi mənfəətliyi var, amma son 3 ilə nəzər edəndə görərsən ki, bu zərərdən mənfəətə doğru qalxa-qalxa gedir, deməli daha yaxşı fəaliyyət göstərir. Və yaxud da ki, likvidlik analizi eləyə bilərsən. Ki, məsəl üçün də likvidlik anlayışı var, nağd likvidlik var onun içində. Ki, məsələn, mən riski, bütün cari aktivlərimi əldən çıxarsam, bütün cari öhdəliklərimi, yəni borclarımı qarşılaya bilərəmmi? Və yaxud da riski bankdakı, kassadakı pullarımı götürsəm, borclular məndən borclarını istəsə, söhbət qısa müddətlilərdən gedir. Onlara ödənişlərimi eləyə bilərəmmi? Yəni, mühasibatlığın əsası bunun üzərinə qoyulur. Və mühasibatlıq o qədər incəlik ki, çünki indi danışacağım yoldaşa, bütün qeydləri o maliyyə hesabatlarının yığılması üçün mühasiblərin qeydinə ehtiyac var. Bütün qeydlər də onun əsasında aparılır. Yəni mühasibin adi bir dənə nüansı səhv eləməyi şirkətin maliyyə analizlərinə çox böyük ciddi təsir göstərə bilər. Məsələn, əsas vəsaitləri filan keçəndə bu barədə danışacağam. Bu səhvdə gətirib şirkətin hətta iflasına belə çıxarda bilər. Məsələn, adi bir dənə nüans. Götürüb heç nə, əsas vəsaitim var, məsələn, əsas vəsait nədir? Uzun müddətli aktivdə, hansı ki, şirkətdə istifadə edir. Bax ki, bu stol. Bu stolun satışını götürüb mən əsas fəaliyyət gəlirimdə göstərsəm, avtomatik olaraq əsas fəaliyyətimin gəlirini artmış kimi göstərmiş olaraq. Və bunun da sayəsində maliyyəçilərdə belə bir fikir formalaşar ki, bizim sanki bu il satışımız artıb. Bu da nə deməkdir? Elə bil ki, bazarda tələb artıb. Və alarlar, əlavə mal stoklayarlar, ambara yığarlar. Amma sabahları həm təchizatçıya borcları artar. Təchizatçıya nə var? Malın verdi müqavilə əlində, qaymə əlində, deyəcək mənim pulumu ver. Həm borcu artar, həm də o malı sata bilmədiyinə görə, axı reallıqda tələbat olmamışdır, sata bilmədiyinə görə ambarda malı yığılıb qala bilər. Malını da sata bilməyəndə, əgər qidadsa, xarab olub, tullanıb gedəcək, sayılacaq. Və yaxud da texnoloji avadanlıqsa, buraxın, hər ili, hər ay təzələnir texnoloji avadanlıqlar. Məsələn, demodə olacaq, köhnəlib gedəcək. Paltardırsa yenə də demodə olacaq. Məsələn, dəbdən düşəcək, sata bilməyəcək. Və bu gətirib şirkətin stokunda malı var, sata bilmir, əlinə pul gəlmir, borcu oradan borcunu istəyir, buradan işçilərin əmək haqqısı hələ bilmək olmaz. Ona görə o stokunu artırmaq üçün kredit götürürmü, götürmürmü və bunlar bir-biri ilə zəncirvari gedərək şirkətin iflasına qədər gətirib çıxara bilər. Yəni, hər şeyin başında mühasibatlığın apardığı qeydlər dayanır. Onun düzgün aparılmağı dayanır. Ona görə də mühasibatlıq çox vaxt dırnaqarası baxırlar sahibkarlar. Amma mühasibatlıq çox önəmli nüansdır. Həm dövlətlə, dövlət orqanları ilə qarşılıqlı kontaktda önəmlidir. Məsələn, mühasibin bir dənə səhv ucbatından əlavə borcların yarana bilər dövlətə ki, dövlət də sənə sərəncam vurub, hətta onun belə deyək də, əlavə faizlərini ala bilər və yaxud da ki, səyyar yoxlama aça bilər. Səyyar yoxlama nədir? Fiziki olaraq gəlib yoxlayırlar. Onu aşkar, ola bilər ki, kameralda, ola bilər üzə çıxmır, elə nüanslar var. Dövlət onu görə bilmir. Amma səyyarda onu üzə çıxarda bilir. Gələr səyyar yoxlamaya, tapar onu. Uca səyyar yoxlamanın qorxusu odur ki, həm o vergini səndən alır, həm də onun 50% həcmində cəriməsini alır. Həm digər tərəfdən maliyyə analizləri baxımından, maliyyə uçotu baxımından problemlər yarana bilər və s. və ilə. Mühasibat uçotu yoldaşa baş vermiş hadisələrə odaqlanır. Yəni, mühasiblər reallaşmış qeydlərə aparırlar. Məsələn, ambara mal gəldi, yazır. Ödəniş çıxdı, yazır. Yəni, hadisə baş verir,
sonra qeyd eləyir. Bir növ keçmişlə əlaqəlidir. Maliyyə uçotundan fərq odur ki, maliyyə uçotu bir növ gələcəyə odaqlanır. Yəni maliyyəçilər mühasiblərin qeydləri əsasında formalaşmış həmən o hesabatlara ki, bunlara aiddir balans hesabatı, mənfəət zərər hesabatı, pul vəsaitlərin hərəkət hesabatı, kapitalda dəyişiklik haqqında hesabat, bir də qeydlər var. Bu hesabatlara əsasən, yəni mühasibin qeydlərinə əsasən bu hesabatlar yığılır və bu hesabatlara əsasən də maliyyəçilər gələcəyə doğru başlayırlar proqnozlar verməyə, ehtimallar verməyə. Maliyyə daha çox gələcəklə əlaqəli olur bilmirəm. Düzdür, orada müxtəlif faktorlar da nəzərə alırlar. İnflyasiyanın həddi ola bilər və yaxud da mövsümi işlə əlaqəli nüanslar ola bilər və s. və ilaxır. Amma bunlarla bunun fərqi bundadır. Mühasib keçmişə odaqlanır, maliyyə gələcəklə əlaqəlidir. Vergi uçotundan fərqi ondadır ki, yoldaşlar. Ümumiyyətlə yadınızda saxlayın. Vergi uçotuna əsasən baxıb şirkətin maliyyə vəziyyəti haqqında nə isə demək biraz absurd olur. Niyə görə? Mühasibat uçotunda prinsip budur ki, sən mühasibatlıqda, yəni real olaraq şirkətlə əlaqəli çəkdiyin bütün xərcləri qeyd eləməlisən. Söhbət beynəlxalq mühasibə uçotundan gedir. Vergi uçotundan biraz fərqlidir. Vergi dövlətlə əlaqəlidir deyə təbii olaraq nə edir? Dövlətin mənafeyini güdür. Ona görə də ya bəzi xərcləri ümumiyyətlə sənin xərcin olaraq qəbul eləmir və yaxud da ki, müxtəlif sənədlər istəyir ki, onu sən təmin edə bilməsən, xərc kimi görməyəcək. Ya da ki, elə xərclər olur ki, onları müəyyən limitlər çərçivəsində belə deyək də, xərcə salmaq icazə verir. Ona görə də vergi uçotuna baxaraq şirkətin belə deyək, real vəziyyəti haqqında nəsə bir qərara gəlmək mümkün deyil. Şirkətin real vəziyyəti haqqında qərar əldə etmək üçün sən baxmalısan beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq yığılmış hesabata. Məsələn, nümunə deyim, tutaq ki, işçimizi ezamiyyətə göndəririk Şəkiyə. Gününə 200 manat pul verirsiniz. Yeməyi, oteli, qidalanmağı. Beynəlxalq mühasibat uçotu standartı deyir ki, okey, bu sənin xərcindir. Yaza bilərsən. Amma vergi uçotu deyir ki, yox, mən limit qoymuşam, Şəkiyə 90 manatdan çox yazmaq olmaz. Bu şey avtomatik sənin xərcin 90 manat kimi orada görünəcək. Bu da o nə deməkdir? Sənin reallıqdakı mənfəətinlə adi bir nümunədir, məbləğ az da olsa bilin. Reallıqdakı mənfəətinlə vergi uçotunda göstərdiyin mənfəət arasında 110 manat fərq olacaq. Vergi uçotunda mənfəətin daha çox görsənəcək 110 manat. Ona görə də vergi uçotundan yola çıxaraq şirkətin real vəziyyəti haqqında nəsə qərara gəlmək mümkün deyil. Gələk onda sən uçotu bu, sırf verginin qanunlarına uyğun qurasan ki, yəni 90 yazıbsa 90-dan bir qəpik çox pul verməyəsən və yaxud da bütün xərcləri o çərçivədə limitləyəsən ki, deyəsən ki, o ilə bu eynidir. Burada başqa bir nüans yoxdur. Bu uçotlar arasında, yəni eşidirik də mühasibat uçotu, maliyyə uçotu, vergi uçotu, bu uçotlar arasında ümumi baxış keçirəndə Kürşlər demişən, genel fərqlər bunlar. Ümumi fərqlər bunlardır. Mühasibat keçmişlə əlaqəlidir, maliyyə gələcəklə əlaqəlidir. Vergi uçotu ilə də fərqi ondadır ki, vergi uçotunda çox xərc, düzdür, gəlirlərimizi tanıyırlar. Gəlir hətta özündən də uydurub yazsan, vergi qəbul edəcək. Çünki artıq yazmışsın. Amma xərclərə gələndə limitləyirlər, deyir, burada deyək. Və onu başlayır limitləməyə. Problemlər burada, yəni fərqlər buradadır. Yaxşı, mühasibat uçotu nədir? Mühasibat uçotunu ümumiyyətlə qədim bir tarix var. Mən adətən bu İtalyan riyaziyyatçı Luca Pacioli dövründən danışıram, amma ticarət yarandığı andan, yəni tüccarlar mövcud olduğu andan, ticarət yarandığı andan hamı istəyib ki, gəlirini, gedərini bilsin, yəni mənfəətini, zərərini, çəkdiyi xərcləri bilsin. Və başlayıblar onları ən primitiv qaydada nəyin üzərində qeyd eləməyə? İstəyin kitabın üstündə. İndi də çox dükana, market demək, dükanlara girsəz, bu C kateqoriya, balaca marketlərə, məhəllə arası, görəcəksiniz ki, hərən bir dəftəri var. Aldığını yazır ora, kimə borca, nisiyə veribsə qeyd eləyir ora, pulunu qeyd, hər şeyi ora qeyd eləyir. O vaxtlarında çox bunun üzərindən qurulub. Yəni, adamların, yoldaşlar, bunu yazmağa başlamışdıq da, düzdür. Yəni, belə deyək də, adamların dəftərləri olurdu, bir neçədən belə adamların bir neçədən belə dəftəri olurdu, tutaq ki. Birini də yaladaq. Və bu dəftərlərdə başlayırlar qeydlərini aparmağa.
Necə qeydlərini aparırlar? Birinci ondan danışaq. Bir neçə dəftər üzərindən gedəndə daha rahat olur deyə belə göstərmək istəyirəm. Məsələn, bu olurdu bunların kassaları. Deyirdi ki, kassama 10 manat pul gəldi. Bir də bunları da text formatına salım, rahat olsun. Məsələn, 10 manat pul gəldi. Pul gəldisə, deməli, bunun kassasında pulu nə olurdu? Artırdı. Yazırdı bura plus 10. Plus 10. Pul kassaya gəldi. Kimdən gəldi? Məsələn, müştəridən. Bir dənə də olurdu müştərilərlə əlaqəli dəftəri, müştəri. Dolayısıyla buna mühasibatlıqda deyəcək debitor. Debitorların da, müştərilərin də biz onlara mal satdıqca bizə nələri yaranır? Borcları. Düzdür? Müştəriyə malı vermisən, sənə borcu yaranır. Buna deyirlər debitor borc. Və yaxud da burada yaza bilərsiniz müştəri borcu. Məsələn, deyirdi kimdən gəlib? Müştəridən. Borcunu ödəyib. Borcunu ödəyibsə, deməli, müştərinin mənə olan borcu nə olurdu? Azalırdı. Nə qədər? 10 manat. Burada yazırdı mənfi 10. Mənfi 10. Sonra nə edirdi? Deyirdi ki, ambarıma mal daxil eləmişəm. Bir dənə də olurdu ambar dəftəri. Nə qədərlik mal daxil eləmişəm? Bax, 8 manatlıq. Ambarımda 8 manatlıq malda nə baş verirdi? Artış. Mal gəldiyinə görə. Yazırdıq plus 8. İndi bunu kimdən alırıq? Təchizatçıdan, mal satandan. Düzdür? Yazaq təchizatçı, mal satan. Təchizatçıdan da bu malı alanda indi real insan həyatı ilə şirkətlərin həyatı fərqli olur. Şirkətlər biznesdə bir-birinə nisiyə mal verib, nisiyə mal satırlar. Şükür, bu proses, yəni bu çarx dönməz, bu proses getməz. Onlar məcburdular ki, nisiyə işləsinlər bir-birinə. Təbii ki, müəyyən bir müddətə. Bu müddəti də müqavilələr üzərindən tənzimləyirlər. Məsələn, 10 iş günü müddətinə, 1 ay müddətinə, 2 ay müddətinə və s. və ilaxır. Biz də o təchizatçıda, çünki hamı istəyir ki, biznesində pulu əlində saxlasın. Niyə görə saxlayırlar? O pulu dövriyyəyə buraxırlar. Çünki dövriyyədə sənin pulun həcmi nə qədər artsa, sən işini bir o qədər daha çox genişləndirə bilirsən. Bəli. Borcu belə almır. Məsələn, bunu alır, bunu alır. Bunu satır kiməsə, sənə də deyir ki, bunu 10 gün sonra sənin pulunu verəcəm. Məsələn, bunun da indi bunu da bəli, bunun da pulunu sənə vermədi axı. Neyniyə bilər? Məsələn, suyun yanında başqa nə sata bilər? Kraker. Gedir krakeri alır. Kraker də elə adam ola bilər ki, ola bilsin bunu birinci dəfə tanıyır, deyəcək ki, pulu ver al. O da maraqlı ki, bunun yanına başqa bir şey də qoşsun, satsın, eləsin və beləcə biznesin böyütsün. Çünki dövriyyədə əlində nə qədər dövr edən çox pul olsa, o qədər şirkət daha sürətli böyüyür. Bəli, bəli, gəlirini daha çox artıra bilir. Çünki pulu saxlayırsa, onu dövriyyə buraxır da, o yatdırmır o pulu orada. Bəli, bəli. Və o dövriyyədən də nələrsə əldə eləyir. Məsəl üçün, mən biznesmen tanıyırdım, təkər alverinə baxırdı, xaricdən nisiyə alırdı, baxırdı ki, zapsas da yaxşı işləyir. Təkəri satırdı, əlindəki təkərdə axı. Məsələn, təkəri satırdı, amma müqavilədə qeyd edib ki, məsələn, ikinci tır gələndə birinci tırın pulunu ödəyəcək. O müddət ərzində hansı zapsas yaxşı işləyirsə, gedib onu da gətirib satırdı. Ucu başlayırdı 2 qat qazanmağa. Həm zapsasdan qazanırdı, həm təkərdən. Və biznes nə olurdu? Başlayırdı böyüməyə. Bu nüansa görə bizneslər nağd işləmirlər. %99 halda bir-birinə güzəştə gedirlər. Məsələn, bunu da təchizatçıdan almışam. Təchizatçıya deyirlər kreditor. Təchizatçıya da borcum yarandığına görə bu olur kreditor borc. İndi debet nədir, kredit nədir? Onları keçəndə biləcək niyə birinə debitor borc deyilik, niyə birinə kreditor borc deyilik. Və burada da mənim bu adama 8 manat borcum yaranır. Yəni, loru dildə desək, mənfi deyəm. Bunu da ifadə eləmək üçün nə yazırdım? Mənfi 8. Mənfi 8. Yəni, borclandım. Məsələn, sabahlarım, tutaq ki, kreditora olan borcumdan 3 manat ödədim.
Hardan ödədim? Kassadan. Kassamda pulum nə olacaq? Azalacaq. Azalırsa bura yazmalıyam mənfi ilə, düzdür? Yazıram mənfi 3 manat deyəm. Mənfi 3. Hə, kimə ödədim bunu? Təchizatçıya, mal aldığım şəxsə. İndi mal aldığım şəxsdə mənim borcum mənfi ilə göstərir axı. Bunu azaltmaq üçün deməli burdan çıxan mənfi 3-ü bura necə qeyd eləməliyəm? Müsbətlə qeyd eləməliyəm. Bəli, müsbətlə qeyd eləməliyəm ki, biri mənfi, biri müsbət, bir-birini azaldırlar və borcum olur -5. Düzdürmü? Yoldaşlar, mühasibat uçotunu, yəni bini qədimdən dəftər üzərindən aparırdılar. Amma özünüz də görürsünüz ki, çox yorucu proses olurdu. Bu dəftəri yaz, bağla, aç o bir dəftər yaz. Ya bunu gün işığında eləməliydin, malını sata-sata eləyə. Bu zaman sənə nə lazım olacaq? Ya əlavə işçi qüvvəsi lazım olacaq ki, çox biznesmenlər getmir ona. Çünki əlavə işçi qüvvəsi əlavə xərc deməkdir. Ya özün yazmalıydın, sərf eləmirdi. Onda gərək müştəriyə deyərdin, dayan bunu yazım sonra. Onda da müştəri əldən çıxır. Və yaxud da ki, adamlar o dövrdə dəvi ilə hərəkət edirdilər, biznesə gedirdilər də, mal satmağa, mal gətirməyə. Bu zaman da məcburdur dəftərin özündən götürsün. Çünki orada da əməliyyatlar olacaq yazmaq üçün. Bu da əlavə bir dəvə yükü deməkdir. 4-5 dənə kitabı olsa bəs eləyirdi. Bəli, bəli. Və bu da problemə gətirib çıxardırdı. Yəni, Sen de ikisi dəftər də itsə vəssalam. Götürdülər, getdilər vəssalam. Nisiyə dəftərini götürdülər məsələn. Bu da çox ciddi problemlərə gətirib çıxardırdı. Dedilər ki, neyniyək? Bir dənə İtaliyalı alim çıxdı, Luca Pacioli. Bu dedi ki, mən riyaziyyatçı idi. Bu dedi ki, mən mühasibat uçotunu vahid bir sistemə gətirib çıxardacağam. Yəni əməliyyatları daha sadə bir proseslərə gətirəcəm. Və neynədi? Bir dənə jurnal götürdü belə. Məsələn, bu tərəfinə dedi ki, bura olacaq. Bir dənə də belə başlıq qoyaq, arkadaşlar. Bura olacaq dedi, debet tərəfi bizdən sağ tərəfə, sol tərəf, üzvü sağ. Belə eləyib sağ deyiləm. Debet tərəfim. Bu olacaq dedi, mənim artan tərəfim. Mənə gələn pulları əks elətdirəcək, mənə gələn malları əks elətdirəcək, müştəri mənə borcludur, deməli ondan mənə pul gələcək, mənə debitor borclarımı göstərəcək və s. və ilax. Sağ tərəfimdə dedi, yazacam krediti. Krediti də qeyd elədi mənfi ilə. Dedi, kredit tərəfi mənim borclarımı və mənim azalan tərəfimi göstərəcək. Məsələn, məndən pul çıxanda yazacam kreditə. Mənim malım istifadə olunanda və ya satılanda mal anbardan nə olur? Çıxır. Yazacam kreditə. Və yaxud da kimdənsə pul almışam, borclanmışam, borcumda azalan tərəfimdir. Yazacam kreditə. Kimdənsə nisiyə mal almışam, borclanmışam, yazacam kreditə. Mənfi tərəflərim. Yaxşı. Soramlarım dedi ki, digər tərəfdə bizə aid olan yerlər idi. Məsəl üçün, ölçü vahidi, miqdarı, qiyməti, məbləği, sonra alınan malın adı və ya da xidmətsə xidmətin adı. Sonra burada kontragent deyirlər, qarşı tərəf mənasına gəlir. Çox vaxt terminlərdə kontrparti kimi də keçir. Kontragent ümumiyyətlə debitorlar və kreditorların hamısının bir yerdə adıdır. Kontra qarşı tərəf mənasındadır. Yəni əməkdaşlıq elədiyiniz, məsələn, borca pul aldığınız adamlar, borc verdiyiniz adamlar, müştəriləriniz, mal aldığınız adamlar və s. və ilaxır. Burada da yazdı kontragent. İndi bu tərəflərdə də tarifi qeyd elədi və s. və ilaxır. Dedilər ki, yaxşı, başa düşdük, bu cədvəli qurmusan. İndi bizim burada axı dəftərdə qeyd elədiyimiz nüanslar var idi. Gəl indi deyib bunu orada yaz. Biz də bilək ki, necə istifadə edəcək. Dedi, tamam. Bax deyir, kassama 10 manat pul gəlir. Kassam nə olub? Artıb. Deməli, kassanı hansı tərəfdə yazacaq? Debet tərəfdə. Gəldim bura yazdım. Kassa. İndi bu məbləği də lap yazaq bura 10 manat. Bu pul bizə kimdən gəlib? Müştəridən.
Müştərinin də bizə olan borcu nə edib? Azalıb. Deməli, müştəri də əgər azalma gedibsə borcunda, onu hara yazmalıyam? Kreditə, azalan Ha, tərəf. kredi. Aha. Düzdürmü? Yazıram debitor borc kimi. Yəni müştərinin mən olan borcu. 10 manat. Burada da kontragentin adını yazıram. Məsəl üçün Fərid MMC. Tutaq ki. Fəriddən gəlib. Soramlarım ambar. Ambarıma 8 manatlıq mal almışam. Ambarımda, ya mal alıb gətirib ambara qoymuşam. Ambarımda nə baş verib? Artış. Deməli, artış baş veribsə ambarı qeyd eləməliyəm. Debet tərəfə düzdür. Kimdən almışam? Dedik, təchizatçıdan. Təchizatçıya da 8 manatlıq borcum yaranıb. Biz dedik, borcumuzu harda qeyd eləyirik? Kredit tərəfdə. Yazıram bura, kreditor borc. Dolayısıyla borclarımız filan kreditlə qeyd olunduğuna görə bizim təchizatçılarımız da kreditor adlanır. Çünki borclu olduğumuz şəxslərdir. Kreditdə mənim azalan tərəfim və yaxud da borclarımı əks elətdirir axı. Ona görə kreditor borc adlanır. Və yaxud da debitor tərəfi artan tərəfdir. Mən də müştəriyə mal satdıqca mənə müştəridən nə gəlir? Pul gəlir. Ona görə də müştəri də adlanır debitor. Müştəri mənə pul qazandırdığına görə debitor adlanır. Təchizatçı isə daim mən ondan nə salıram, ona borclanıram deyə borcum olduğuna görə kreditor adlanır. Yaxşı. Məsələn, nə almışam? Tutaq ədədlə almışam. 8 dənə ruçka almışam. Tutaq ki, biri 1 manatdan eləyib nə qədər? 8 manat. Bu da olsun xanəli emrimizə. İndi növbəti əməliyyat deyir ki, təchizatçıma pul ödəmişəm. Kassamdan çıxış olub, kassamda azalma olub. Mən kassanı hansı tərəfə yazmalıyam? Kredit tərəfə yazmalıyam. Bəli, yazıram kassa. İndi baxın, burada kassa debetdə artdı, burada kreditdə azaldı. Biri müsbət, biri mənfi. Bir-biri ilə gəlib bağlananda kassadakı pulu nə edilir? Azaldır. Düzdürmü? Kimə ödəmişəm bu pulu? Nə qədər idi? 3 manat. Xanəli MMC-yə ödədik. Tutaq ki. Kimə ödəmişəm bunu? Təchizatçıya. Təchizatçılara bizim borcumuz kreditdə artırdı. İndi təchizatçıya olan borcumu azaltmaq üçün onu əks tərəfə yazmalıyam. Yəni debetə yazmalıyam ki, belə bir şey yazmalıyam ki, baxın, biri mənfidədir, biri müsbətdədir. Bunlar bir-biri ilə qarşılaşanda bir-birini azaltmalıdırlar. Yazdım debet tərəfini. Və bununla da elə bil ki, bir dənə vahid jurnala çıxdı. Buna baş kitab deyirlər mühasibatlıqda. Baş kitaba keçid oldu. Yəni 50 dənə dəftərdə qeydiyyat aparmağa ehtiyac qalmadı. Bütün əməliyyatları bir jurnala yazaraq görmüş olur. Sistemləşdirdi. Yaxşı. Bura qədər nəsə sual var, hansısa nüans aydın olmayan varsa, yenə deyəm, bax, utanıb çəkinməyin, prost soruş. Bəli, bəli. Hə, baxın, niyə görə plusda getdim? Mən bu adama 8 manat borclanmışdım, düzdürmü? Borcumu harda yazdım? Mənfidə. Sonra da yadımıza gələrsə, burada demişdik ki, axı pulu ödədim buna 3 manat. Pulu da ödəyəndə nə olacaq? Azalmalıdır da. Mənfidə əgər mən buna borcumu əks elətdirəmsə, deməli buna ödənişimi də müsbətə yazmalıyam ki, yəni debetin altına yazmalıyam ki, bəli. Baxın, kreditdə 8 manat göstərdim, düzdür? Debet tərəfdə də eyni şeyi yazdım, 3 manat göstərdim. Biri plus, biri minus. Bir-biri ilə gəlib toxuşur, neynir bir-birini? Azaldır. Məsələn, xanəli MMC-yə nə qədər borcum var? Kreditdə olandan debetdə olanı çıxacam, deyəcəm ki, 5 manat borcum var. 100%. Birdən ola bilər, yoldaş, çətin dildə izah eləyərəm, soruş. Bu oldu baş kitab. 50 dənə kitabı yığdılar bir yerə. İndi də baş kitab anlayışı var. General Ledger gedir. Bütün müxabirləşmələr onun üzərindən gedir. Yaxşı, bu müxabirləşmələr bizə nəyə lazımdır? Niyə görə bu qeydləri aparır? Dolayısıyla bu qeydlərin nəticəsində, sonunda biz, yəni ən qısa dövrümüz aydır da, aylıq, rüblük və yaxud da illik hesabatımızı yığaraq
həmən hesabatlardan şirkətin maliyyə vəziyyətini neynirik? Üzə çıxardırıq. Fərid, aydın olur sənə də? Allah. Orada nə var? Aydın olur, maraqsız gəlir yoxsa? Rami müəllimə deyəcəm mən. Diqqətli olar. Özü də qrupda var. Deməyəcəm. Qrupa yazdım, deyəcəm, bağışlayın, çaşdım. Bax, Yazıb sonra silin. tam oxuyandan sonra bağışlayın, çaşdım. Bunların nəticəsində maliyyə hesabatları yığılır. Maliyyə hesabatlarında dedik ki, 4 dənə əsas maliyyə hesabatı var. Mənfəət zərərdir, balans hesabatıdır, pul vəsaitlərin hərəkətidir, kapitalda dəyişiklik haqqında hesabatdır. Bir də qeydlər olur. Bunlara əlavə 5-ci kimi qeydlər olur. Bu hesabatların açıqlaması kimi bilinir. Bunlardan ən önəmliləri düzdür. Hamısı önəmlidir. Məsələn, sahibkara ən çox lazım olan pul vəsaitləri olur. Pulum hara getdi? Ən çox pulla maraqlanır. Pul hanı? Amma Həm mənfəət də və sual verə zərərlə bilərəm. bir dənə bunun yekununa. Mənfəət zərərlə balans hesabatda çox önəmlidir. Ən az baxılan Azərbaycan reallığında bəlkə də kapitalda dəyişiklik haqqında hesabatdır. Bu üçünə ən çox baxılır. Pul vəsaitlərinin hərəkətinə də sahibkar ən çox baxır. Buyurun. Əməliyyatlar üzrə pul daxil olması var. Amma o, yəni pul vəsaitlərində O pul sayılır. vəsaitlərinin hərəkəti haqqında hesabatdadır. Bəli, onları izah eləyəcəm. Orada 3 Aha. dənə böyük başlıq altında yazılır da. İnvestisiya əməliyyatlarıdır. Hə. Onları pul vəsaitlərini keçəndə sonlara doğru hesabatlar tərəfində pul vəsaitlərini də izah eləyəcəm. Amma Bizdə birbaşa metodu tezlərdə var. o istənilir şərt Bəli, olaraq bəli, satın almalarda gəlirlər üzrə. Bəli, işlənilir. satın almalarda likvidlilikdir, əməliyyatlar Bəli, üzrə bəli. puldur, Orada maddi adətən vəsaitlər dolayı metodda deyəsən ən çox baxırlar. Auditdə də istifadə olunur. Hə, Auditlər dolayı dolayı metodla metoddan baxırlar. yığılır, bəli. Hə, Birbaşa hə, onu da metod olur, dolayı metod olur. Nəticə etibarilə onlar gəlib düz çıxmalıdır, üst-üstə düşməlidir. Onları ona pul görə soruşuram. Çünki mən o düzdə yoxlayıram, amma belə qarasına yoxlayıram da o əməliyyat sənədləri. fəaliyyəti olur orada. Əməliyyat fəaliyyəti, maliyyə fəaliyyəti, bir də investisiya fəaliyyəti. Üç ana başlıq altında yığılır onlar. Onları izah eləyəcəm, narahat olmayın. Bildim Onu mən, çox sağ ol. elə deyək də mövzularımızı bitirib yekuna doğru gedəndə həm mənfəət zərərdir, balansdır, pul vəsaitlərin hərəkəti haqqında hesabatlardır. Bunların üzərindən gedəcək, narahat olmayın. Çox sağ ol. Yoldaşlar, bunların nəticəsində biz sonda belə bir bərabərlik alırıq. Buna balans deyirlər. Balans tarazlıq deməkdir. Aktivlər bərabərdir passivlər. Bu hesabata alınır. Bunun sonunda. Buna deyirlər balans. İndi gəlin baxaq görək aktiv nədir? Yəni bunlar həmişə tarazlıqda olmalıdır yoldaşlar. Bunlar bir-birinə bərabər olmalıdır. Burada əgər bərabərlik pozulursa, deməli mühasib hardasa səhv edib. Şirkət zərərdə də olsa, şirkət mənfəətdə də olsa, aktivlər həmişə passivlərə bərabər olur. Səbəbini izah eləyəcəm. Amma buyurun. Ən qısa müddət, yox, ən qısa belə deyək, ən qısa dövrümüz mühasibat sotunda aydır. Bəli, hər ay bilmirəm indi. Məsələn, siz mühasibatda çalışmamısınız. Amma məsələn yoldaşlar bilirlər, baş mühasib maliyyə direktoru hər ayın axırına yaxın deyir ki, 5 gündən sonra ay bitdi, 5 gündən sonra hesabatı bağlayıram, dövrü bağlayıram daha doğrusu. Dövrü bağlayıram, kimin nə yarımçıq işi varsa yekunlaşdırsın. O da dövrü bağlayanda proqram üzərindən elə bağlayır ki, daha arxa tarixə üçün işləmək olur. Gərək bir dənə mesaj yazıb hamını fəhliyə qədər CC-yə qoyasan ki, açsınlar, sən düzəldəsən. Onu da çox adam eləmir. Niyə görə? Dövr bağlantısa bu o demək ki, sən dövlətdə hesabat vermisən, sahibkarda hesabat vermisən. Heç kim durub o hesabatı dəyişmək istəmir. Çünki oje qeyri-professional görsən. Ən qısa dövrümüz aydır və aylar üzrə də bunu çıxartmalısan əslində. Ki, aylıq gedişat da izləyə biləsən. İndi o mühasibə fərqlənir. Konsaltinqlər illik eləyir, onu da barmaq hesab edirlər. Çox vaxt işçi bu çox da vurulur. Ən qısa dövrümüz aydır. Aylıq bağlaya bilirsiniz rahat şəkildə. Yoldaşlar, aktiv nədir? Passiv nədir? Və niyə görə bunlar bir-birinə bərabər olur? Gəlin biraz detallara enək. Aktiv. Bir şeyin bizim aktivimiz sayıla bilmək üçün
Hansı nüans olmalıdır? Birincisi, həmin şey, yəni aktiv adlandırdığımız şey, bu maddi varlıq da ola bilər, qeyri-maddi varlıq da ola bilər. Ona da keçəcək. Bir, bizə pul iqtisadi resurs və ya iqtisadi səmərə gətirməlidir. İkincisi, onun üzərində tam şəkildə hüququmuz olmalıdır. İndi izah eləyək, bu nə deməkdir? Məsələn, dedik pul iqtisadi səmərə, iqtisadi resurs gətirməlidir. Məsələn, partalar. Azərbaycan Mühasiblər Məktəbinin aid şəxsi mülküdür. Bu ilə necə pul qazanır, necə iqtisadi səmər əldə edir? Aktividir Azərbaycan Mühasiblər Məktəbi. Adicə bir nüans, məntiqi yanaşacaq burada. Yəni, aktiv iminli pul gətirməlidir anlayışı deyil. Dolayı yolla da o pulun gəlməyinə təsir göstərə bilər. Məsələn, gəldiniz, gördünüz ki, borun boşdur. Mən də yerdən bardaş qurub oturmuşam. Ya maksimum sizi bir dəst fırladacağam ki, mebellər yoldadır, gəlir bir gün çatmayıblar da. Xahiş edirəm, yola verin, növbət dəstdən düzən. Növbət dəst gəlib görsəz yenə nizam bardaş qurub oturub, mebel zad yoxdur, hamınız çıxıb gedəcəksiniz, düzdür? Və kurs gəlirindən, optimal gəlirindən məhrum olacaq. Deməli, nə edir? Bura gələn tələbənin komfortunu təmin edərək pul qazanmağına şirkətin kömək edir. Və yaxud da ki, işçilərə də aiddir bu. Məsələn, yoldaşlar, bu 4 dənə gözəl yoldaş, burada işləyən yoldaşlar, hər birinin stolu var, kompüteri var, düzdürmü? O stol kompüter olmasa, ayaq üstə nə qədər müddət işləyəcəklər? Lap olsun praktikant, təcrübə yığmağa gəlsən, onun minimum komfortunu təmin eləməlisən ki, o adam oturub işləyə bilsin də. Bir saatdan sonra ayaq üstə yorulacaq. Yorulanda çıxıb gedəcək. Çıxıb getmək nə deməkdir? Sənin işçi qüvvən azaldı. İşçi qüvvənin azalmağı müştəriləri razı salmamağa gətirir, çıxarır ki, görün dolayı necə gedir. Müştərilər razı qalmır. Müştərilər də səndən qaçır və sən gəlirindən olursan. Deməli, adicə stol və yaxud da ki, olsun bu proyektor. Təpəgöz deyirlər istəfdə. Bu proyektorun özü. Mən gəlim burada leksiya kimi deyim, heç nə yazım göstərməyim. Nə qədər? Maksimum 2 dərs hissə deyəcəm ki, nəzəri hissədir, yola verin, nəzər. 3-cü dərsdən siz görməyəndə gəlməyəcəksiniz. Və avtomatik gəlirimizdən olacaq. Deməli, o belə mənim pul qazanmağımda rol oynar. Birinci şərtimi neynədir? Qarşılar. Amma ikinci şərt də önəmlidir. Yəni, üzərində tam sahibliyim olmalıdır. Bunun üzərində tam sahibliyi varmı? Var. Azərbaycan Mühasiblər Məktəbini istəyər satar, istəyər tullayar, istəyər yandırar, nə istəyər eləyə bilər. Proyektorda varmı? Var. Özünün şəxsi mülküdür. Sabah buradan çıxdı, söküb aparacaq. Və başqa yerdə yenə quraşdırıb gəlir əldə edəcək. İki şərtin ikisindən birini qarşılaya bilən varmı? Zaten əgər üzərində tam şəkildə hüququmuz varsa bir şey. O avtomatik bizim bir növ cibimizdir. Niyə görə? Çünki mən onu biznesi almışamsa, deməli biznesdə ona ehtiyac vardır. İstifadə edib pul qazanacağım və yaxud da səmərə əldə edəcəm, düzdürmü? Amma elə nüans ola bilər ki, bu birincini yerinə yetirə bilər, amma ikincini yox. Məsələn, bu otaqdan biz istifadə eləyirik, gəlir əldə eləyirik. Niyə görə? Necə gəlir əldə edirəm? Məsəl üçün, Fərid deyir ki, və yaxud da Xanəli deyir ki, mən fiziki olaraq dərsdə iştirak eləməsəm, məlumatı ala bilməyəcəm. Əgər sizdə ənənəvi üsul varsa, mən gəlim qatılım, təlimdə iştirak edeyim. Bizdə də otaq var deyə, həm Xanəlini, həm Gülnar xanımı, həm Fərid bəyləri, hamını bura yığa bilmişik və bu da bizə əlavə gəlir gətirən bir, belə deyək də, təsir olur. Amma bu otaq üzərində bizim hüququmuz yoxdur. Bu otaq Kaspian Plazaya aiddir. Onlar bizə icarəyə veriblər. Yəni, öhdəliyimizdir. Bir ay icarəsini vermə deyəcək, yığışdan çıx get. Deməli, birincini yerinə yetirsə də, yəni mənim gəlir əldə eləməyimdə rol oynasa da, ikinci şərti yerinə yetirmir deyə bu otaq mənim aktivim sayılmır. Nəyimdir? Öhdəliyimdir. Pul qarşılığında icarəyə alır. İcarəyə götürürəm, ayın axırında qaiməm kəsirlər, pulumu ödəyirəm. Bir ay gecikdirdim, deyəcək çıx.
Yəni diqqətli olmaq lazımdır. Bir şeyin aktiv sayıla bilmək üçün bu iki halın ikisinin də olmağı önəmlidir. Yoldaşlar, gələk indi aktivlərdən danışaq. Aktivlərin iki növü olur. Müddətinə görə. Birinci müddətinə görə bölək. Müddətinə görə. Müddətinə görə aktivlər bir, qısa müddətli, yəni cari aktivlər olur. Qısa müddətli də deyə bilərsiniz, cari də deyə bilərsiniz aktivlər. Bir də olur uzun müddətli aktivlər. Bunları bir-birindən ayıran aydın məsələdir. Nədir? Müddətləridir ilk növbədə. Qısa müddətli aktivlərin ömrü 1 ildən daha az olur. 12 aydan daha az ömür olur. Məsəl üçün su aktivimdir. Niyə görə aktivimdir? Gəldi burada tələbələr, müəllimlər, işçilər sudan istifadə elədi və onların kursu olan loyallığı artdı. Və yaxud da şirniyyat qoydum ora, bir dənə dişlədin, getdi. Qoydum ora, gəldilər, istifadə elədilər, hamı işdən çıxır, yorğun olur və loyallıqları artdı. Dedi ki, sağ olsun, iş yeri bizim haqqımızda düşünür, düzdür xanımlar? Bizim haqqımızda düşünür, başqa yerdə bəlkə də bunu təmin eləmədilər. Və ya tələbələr deyir ki, sağ olsun, bizim üçün coffee break stolu açıblar, bəlkə də başqa bir təlim yerində, məsələn, bu yoxdur. Yəni, en azından susuzluğumuzu keçirəcək və s. və ilə. Və yaxud da ki, bankdakı pul. Kassadakı pul qısa müddətli aktivdir. Pulun qısa müddətli olmağının da səbəbi yoldaşlar mübadilə vasitəsi olmağıdır. Yəni hər şeyi oyla alıb satırsan. Gedib kiməsə deyə bilmərsən ki, mən sənə su verim, sən mənə rus qaldır. Gülərlər. Bir nömrəli mübadilə vasitəsi puldur. Ona görə də şirkətlərdə də maraqlı deyirlər pulu yastıq altında saxlasınlar. Onlar pul olduqca daha da dövriyyə buraxırlar ki, yəni, məsələn, pul gəldi, gedir, nəsə alır, bir də satır, bir də pul götürür, gedir, başqa bir şeyə yatırım eləyir. Yəni, pulu dövr elətdirirlər ki, biznesini böyüdə bilsinlər. Ona görə də pul da, məsələn, bizim qısa müddətli aktivlərimizdən sayılır. Deməli, birinci yerə özdə ən qısa müddətli aktivdən pulun biznesdə dayanmağı yaxşı əlamət, düzgün əlamət deyil. Normal biznesmen, məsələn, pulu yatdırır heç vaxt. Pul vəsaitləri. İkinci, mallar. Dedik ki, ömrü 12 aydan qısa olanlara aiddir. İndi bir dənə nüans çıxır burada. Məsələn, mənim kompüterim var. Sizcə bu qısa müddətli aktivimdir, yoxsa uzun müddətli aktivimdir? Uzun müddətli. Amma, bax, qəşəng, düz deyil. Məsələn, yoldaşınız kimi mən olsam sual verirəm. Mənə belə sual verirlər, qayıdıb siz sual verməlisiniz. Sən onu satmaq üçünmü saxlayırsan, yoxsa öz işində istifadə eləmək üçünmü? İndi gələk niyə? Məsələn, mən gedib şirkətim üçün ofis tikirəmsə, bu mənim uzun müddətli aktivimdir. Çünki ofis üçün tikirəm onu. Özüm istifadə edəcəm. Yox, binanı tikib kristal apşeron kimi kimlərəsə satıramsa, o mənim qısa müddətli aktivimdir. Çünki maksimum dərəcədə katlavanı qoyulmamış, mən onu neyinəyirəm? Satmağa başlayıram. Və yaxud da İrşad Telekom'a getsəz, vitrində gördüyünüz kompüterlər olan qısa müddətli aktivdir. Çünki məqsədləri satıb pula çevirməkdir. Amma onların işçilər kompüterdən istifadə edir. İşçilərin istifadə elədiyi kompüterlər uzun müddətlidir. Yəni, malın bir dənə müddətinə görə onun hansı aktiv olduğunu deyə bilmərik. Onun hansı məqsədlə alındığına baxmaq lazımdır. Təyinatın nə olduğuna baxmaq lazımdır. Satış üçündürsə, yoldaşımız düzdür, qısa müddətlidir, da ambarda qalıb köhnəlsə də belə. Satış üçün alınıbsa qısa müddətli, yox, özümüz istifadə edirsə, məsələn, kompüterdir, binada, avadanlıqdır, onda uzun müddətli sayılacaq. Sonra yoldaşlar, debitor borclar. Düzdür, debitor borclar uzun müddətli də ola bilər, qısa müddətli də ola bilər, amma günümüzün bizneslərində debitor borclar %99 qısa müddətlidir. Temboldə inflyasiyanın sürətlə getdiyi dövrdə heç kim maraqlı deyil ki, uzun müddətli olsun. Çünki pul dəyərdən düşür. O da maraqlıdır ki, pulunu tez əldə eləsin və getsin yeni mallar alıb satsın. Məsələn, şirkətlər niyə görə
Tutaq telefonu gedib 18 aya faizlə ala bilirsiniz kreditlə. O faiz həddəsində inflyasiyanın bir növ göstəricisidir. Inflyasiyanı filan hesablayıb onun üstünə qoyurlar. Məsələn, 1500 telefonu alırsınız 2000 manata və yaxud da 2500-ə. Çünki sənin 1500-ün bugünkü alıcılıq dəyəri ilə 18 aydan sonra 2500 manatın alıcılıq dəyəri gəlib eyniləşəcək. İnflyasiyaya görə. Ona görə də malları satanda adətən əgər 3 aylıq, 6 aylıq deyilsə, uzun müddətlidirsə, üstünə faiz qoyulur. Yəni uzun müddətli debitor borcların 90% kreditli satışlardır. Faizdir. Yaxşı. Debitor borclar. Nə sualınız var idi? Günay xanımı gör, yox, Türkan xanımı görəndə. Türkan xanımın adı burada çıxanda adam həyəcanlanır. PhD filan. Ümid edirəm səhv danışmırıq Türkan xanım. Soramlarım nəyi nəzərdə sala bilərik? Verilmiş avanslar. Qısa müddətlərə. Verilmiş avans nədir? Ümumiyyətlə avans nədir? Baxın, məsəl üçün, işləyən adamlar özünə maşın alanda, ev alanda nə vaxt imkan olur gedib ona baxmağa? Kör-körəni almırıq da. %99 ya 6 bazar gedirlər, ya da axşam gedirlər, işdən çıxıb gedirlər, düzdürmü? Axşam 6 bazarda dövlət orqanlarının demək olar ki, heç bir işləmir. Sən maşın alırsansa 6-cı gün qayı 3-ə qədər işləyir. Biraz Alo. gecikdirsə. Bəli, bizlə siz? Ona görə də verilmiş avans nədir? Hə, ona görə də bu proseslərdə nə edirik? Məsələn, maşın alan. Deyirəm ki, sabah gedək aformit eləyək. Deyir, onda saxlamağımı istəyirsənsə mənə beh ver. Behin qarşılığı mühasibə açısından avansdır, yoldaşlar. Avansın da iki forması olur. Verilmiş avans, bir də alınmış avans. Və mühasibə açısından bu kör-körənə getmir. Avans verəndə bir var, onu belə müqavilədə qeyd edirsən ki, sabah tələb eləmək hüququn olsun. Ümumi borcdan silinmək sonraki prosesdir. Məsələn, Hanəlidən getmişəm 10 minlik mal almağa, deyir ki, 3 gün sonra gəl götür, amma mənə 30% əvvəlcədən pul ver. 30% nə qədər elədi? 3000. Borcum da yoxdur Hanəliyə. 3000-i verdim. Deməli, ona nə verdim? B. Yəni, avans verdim. Verdiyimə görə adı gedir verilmiş avans, yəni verilmiş beylə. Vermişik axı, bizdən pul çıxıb. İndi bu niyə görə aktivdir, qısa müddətli aktivdir? Mən pulu ona verdim, hələ malımı almamışam axı. Xanəli mənə nə oldu? Borclandı. Ya mənim pulumu qaytaracaq, ya mənə mal verəcək. Hər iki halda da mən nə əldə edirəm? İqtisadi səmərə, iqtisadi resurs ya da pul əldə edəcəm. Və müqavili ilə də onun üzərində tam şəkildə hüququm var. Yəni, sabahlarım ixtiyarı yox da, atqaz geçsin. Sabah verib məhkəmə yolu ilə də olsa alacam. Bəli, hökmən bizneslərdə əvvəlcədən müqavilələr bağlanır. Belə nüanslar tənzimləmək üçün. Ona görə də bu verilmiş behlər, verilmiş avanslar mənim sayılacaq nəyim? Aktivim. Özdə qısa müddətli aktivlər olur. Niyə görə? Kiməsə hər hansı bir xidmət üçün və yaxud da mal üçün, mal alış üçün beh veririksə, yenə də indiki dövrdə temboli heç kim maraqlı deyil ki, xüsusi təbii ki, zakazların xaricində deyə də, heç kəs maraqlı deyil ki, oturub illərlə onu gözləsin. Çünki onu gözləməyin mənim də biznesimi ləngidir axı. Ona görə də maksimum dərəcədə nə edirəm, onu tələsdirirəm. Müqavilədə müddət qoyduq. O müddət ərzində icra eləməsə pulumu alıram ki, gedim başqası ilə o işi həll edəyəm. Hə, xüsusi sifarişlər əsasında hazırlanan mallar ola bilər ki, onların müddəti çox ola bilər. Məsələn, hətta xaricə köçürülən məbləğlərdə də Mərkəzi Bankın tənzimləməsi var. 2 il müddətində səhv eləmirəmsə. 10 min dollardan yuxarı pul köçürmüsənsə, 2 il müddətində ya pulun qayıtmalıdır, ya malı almalısan. Ya da xüsusi sənəd təqdim eləməlisən ki, sənə sifariş verdiyin mal atıram, hazırlanmağı 2 il yarım, 3 il çəkir. Yoxsa Mərkəzi Bank səni cəriməliyir ki, sən ölkədən valyutanı qaçırmısan, çıxartmısan. O da qanun vericisiz. Qanun verici, qanunla tənzimlənir, bəli. Rəsmi surətdə qanundur.
Yəni yoldaşlar, sözümü nəyə gətirirəm? Xüsusi malda nə ola bilər? Yəni qızıldan Rolls-Royce yığdırmalısan ki, tutaq ki, 3 il zad çəksin də. Çünki hal-hazırki bizneslərin %99-u o likvidliyi yüksək olan malların üzərinə hesablanır. Məsələn, aldım gətirdimsə, bu dəqiqə alım gətirim, bu dəqiqə də əlimdən çıxardım, pulumu yığım ki, biznesimi böyüdə bilir. Yaxşı yoldaşlar. Bu hissələr aydın olur. Qısa müddətli aktivlərimdir. İndi mallar deyəndə təkcə satmaq üçün ambarda saxladığım mallar deyil. Məsəl üçün, dəftərxana ləvazimatları ofis üçün aldığım təmizlik vasitələri, ofis üçün işçilər üçün aldığımız, nə bilim, şirniyyatlardır, sudur, çaydır, bunlar da qısa müddət. Çünki alırsan zaten və yaxud da ofis üçün ola bilsin mətbəxi var, bir dənə də aşpaz tutmusan, yemək pişirir işçilər üçün. Məsələn, o mallar da yenə də biznesdə neyniyir? Qısa dövrdə hərəkət edir. Məsələn, təmizlik vasitəsi də aldın, gətirsən 2 günə həll olunur təmizliyə. Dəftərxana ləvazimatı zaten planlayıb belə alırlar ki, şöbələrdən soruşurlar əvvəlcədən almamışdan qabaq. Nəyə ehtiyacın var? Artıq vəsait xərclənməsin deyə. Alıb gətirən kimi də ambardan çıxır şöbələr üzrə vəsait. Bunlar da qısa müddətli aktivlər sayılır. Yaxşı, ambar uçutu. Elə eləyirsiniz yoxsa? Bizdə belə deyim, silgi üzərindədir. Mən əsas şey deyirəm, ödəniş üçün sənədləri hazır edirəm, onların informasyonu edirəm. Yəni bizdə biraz fərqlidir. Yəni ambarın silgisi gedir bizdə. Hansı maşınlar üzərində hansılar silgi. Şirkət. Benzin zad da var. Yəqin ki, yanacaq da var. Yanacaq da var, yağ da var, ehtiyat Yanacağın necəsə öz sənləriniz var, yoxsa? var, evdə var. Qəşəng yerdəsən. Biraz dili baş olsan, Koyun var. şikayət başlandı. Bəs, Koyun var. şərait yaratan, özünüz yaradın da şərait. İndi yoldaşlar, gələk, sonra deyəcəklər müəllim maşinliklə öyrədir burada. Gələk indi uzun müddətli aktivlərə. Bir dənə bunu da izah edeyim, sonra qısa bir fasilə verəcəm istirahət etsin, narahat olun. Yoldaşlar, uzun müddətli aktivlər, bir də uzun müddətli ilə qısa müddətlinin fərqi ondadır ki, likvidlik dərəcələrində. Məsələn, qısa müddətlər daha likvid olurlar, yəni daha tez öz dəyərini, bəli, öz dəyərinin xeyrini daha tez sənə qaytarır. Məsəl üçün, açdım, içdim, enerjimi bərpa elədim, getdim. Və yaxud da ki, malı satdın, düzdür, indi satış komandasından da asılıdır, marketinqdən də asılıdır. Amma adətən sata bilirlər də, satdın, daha tez sənə pul gətirir. Uzun müddətli aktivlər amma, bu da bunların ömrü ilə əlaqəlidir. Ömürləri azdır deyə, o ömürləri müddətində də o dəyəri bizə qatırlar və məhv olub gedirlər. Uzun müddətli aktivlərdə likvidlik aşağı olur. Yəni, öz dəyərini sənə ödəməyi 1 il ərzində olmur. İllərlə davam edir. İllərlə davam edir. Dedik, ömrü 12 aydan, yəni 1 ildən daha çox olur. Amma bu uzun müddətli aktivlərdə öz içlərində ikiyə ayrılırlar. Düzdür? Bir olur, mühasibatlıq şu üzr oxumuşdunuz siz səhvləmirsə, düzdürmü? Yox. Kim idi o? Qarışdırdım. Sən idin. Uzun müddətlər olur, TÜDİF haqlı. Maddi aktivlər, bəli. Bir də qeyri-maddi aktivlər. Uzun müddətli aktivləri də beləcə ikiyə bölür. Bunları bir-birindən fərqləndirən nüans ondan ibarətdir ki, maddi aktivin fiziki əsası var. Yəni, ona toxuna bilirsən. Qeyri-maddi aktivin fiziki əsası yox. Qeyri-maddi aktivi görə bilərsən. Amma toxuna bilmərsən. Məsələn, proqram təmin. Görürsən, amma toxuna bilmirsən. Sənin toxunduğun kompüterin monitorudur, kompüterin klaviaturasıdır. Amma proqrama birbaşa təmasda ola bilmirsən. Çünki kodlardan ibarət olan virtual bir şeydir. Düzdür? Yazaq, qeyri-maddi aktivlər. Proqram, təminat. Və yaxud da ki, sahib olduğumuz hüquqlar. Amma hansı hüquqlar? Məsələn, şirkət açıb Gülnar xanım tikinti işi ilə məşğul olacaq. Amma tikinti işi ilə məşğul ola bilmək üçün, yəni daşı daşın üstünə qoya bilmək üçün nə etməlidir?
lisenziya almalıdır. Fövqəladə Hallar Nazirliyindən. Fövqəladə Hallar Nazirliyi də onu sənə müddətli verir. Yəni 10 illik olur, 7 illik olur, səhvləmirəmsə 5 illik filan olur. Lisenziyalar 2 yazar. Lisenziyalar. Lisenziyalar yoldaşlar hüquqdur mənə verirlər. Yəni dövlət nizami icazə verir ki, tamam bu adam tikinti eləyə bilər. Və da tamam bu adam tibb müəssisəsi aça bilər, tek işlədə bilər və s. və ilaxır. Mənə icazə verir. Dövlət tərəfindən alınmış icazələrdir. Bunu mənə hüquq olaraq verir. İndi deyəcəksiniz ki, mənim kağızını alırıq da toxunuruq axı ona. O kağız niyə görə lazımdır? Sənə yoxlama gələndə eləyəndə onun qabağına qoymaq üçün. Çünki hal-hazırda dövləti o qədər elektronlaşdırmayıblar axı. Nə də gələn adam bilmir axı sənin lisenziyan var yoxsa yox. Bəlkə vaxtı bitib elə. Sadəcə olaraq ona sübut eləmək üçün o lisenziya, o kağız lazımdır. Sabah onu tam elektronlaşdırandan sonra zaten adam əlində planşetlə gələndə, elə yanından keçəndə vöyünüvü bir dənə vuracaq, çıxırsa deyəcək yox ki, bu adamla işimiz yoxdur. Lisenziyası var. Lisenziya dövlət tərəfindən verilən icazələrdir, hüquqlardır. Ki, bu adam filan bir işlə məşğul ola bilər. Sonra var franşizalar. Franşizalarda deyə də bilməli. Franşizalarda yoldaşlar hər hansı bir addan istifadə hüququdur. Məsəl üçün getdilər, Madonu gətirdilər Azərbaycan. Mado özü gəlib açmır ki. Mado şərtlər toplusu verir sənə. Deyir, mənim adımdan istifadə eləmək üçün sənin tikintin bu formada olmalıdır. Nə bilim, salfetkalarında emblemim olmalıdır, boşqabların belə olmalıdır, şirniyyatın filan yerdən alacaqsan və s. və ilaxır. Və şərt adı altında, əgər sən o şərtlərə uyum sağlasan, addan istifadə edə bilirsən. Buna franşiza deyirlər, özəl sektorla əlaqəli. Və yaxud da McDonald's olsun, KFC, Popeye və s. Bunların hamısı franşiz əsasında fəaliyyət göstərir. Və o şərtləri və bunları da bir ildən daha uzun müddətə verirlər. Və o şərtləri sabah kimsə pozsa, ondan o franşiza hüququnu alırlar. Soranlarım olur, müəlliflik hüquqları. Müəlliflik hüquqları bu sənətlə, ədəbiyyatla əlaqəli adətən bir şeydir. Məsəl üçün, qanun nəşriyyatı analiz eləyir ki, Azərbaycanda filan bir yazısı var. Rus dilində, Azərbaycan dilində kifayət qədər oxucusu var və kitabla da təmin eləmək olur. Amma Azərbaycanlı bir oxucu kütləsi var ki, onlara ehtiyac var ki, Azərbaycan dilində kitabı çap eləyək, sataq. Neynir? Gedir o yazısı ilə müqavilə bağlayır, atıram 5 illiyinə. Və yaxud da hər hansı bir əsər üzərindən də ola bilər, ümumi kitablar üzərindən də ola bilər. Və ona əsasən müəlliflik hüququnu ondan alır, onun kitablarını Azərbaycanda, Azərbaycan dilində nəşr elətdirir, satır. Və yaxud da bəstəkarlar. Bir də şov şeylər, bu nə deyirlər ona? Şov maqazin deyirlər, nəysə. Bir də şov biznes, gənclərə eşq olsun. Bir də görürsün, şov biznesdə qırğın düşdü. Bəstəkar çıxır, deyir ki, mən o müğənniyə icazə verməmişəm. Məhkəməyə verəcəm onu. Nədir? Müəlliflik hüququdur. Mahnının bəstəliyi onun icazəsi olmadan heç kim oxuya bilməz. Əslində, hə. İndi Azərbaycanda o necə tənzimləyə bilmirəm. Hələ o sektora girməmişəm deyə. Amma əslində, indi ola bilər də, müqavilə ümumiyyətlə istənilən biznesdə müqavilə çox gözəldir. Niyə görə? İnsan da sabahlam yatdı durdu, dedi, axşam içkili olmuşam, sən oxumasan. Neyindəsən, məsələn? Deyir də, bax, məsələn, bu kursda indi siz dərs deyirsiniz. Mən qulaq asıram, YouTube-da çəklərini tezdən götürürəm və ya siz hansı bir material hazırlayırsınız, götürürəm, dəyişirəm adını, sizin müəlliflik hüququnuzu oğuladım da öz adımdan verdim. İndi mən bunun üzərindən getməm. O öz yerində. İndi mən bu xırda nüansda bunun üzərindən getmərəm. Mən belə... Burada deyil, yaxşı. Deyəsən, fikrinizdə var. Rəhmə xanım, mən deyim, müqavilələrimizdə bəxtəm. Məsəl üçün, müqavilə bağlayırlar, ya satır həmən müğənniyə, onu bir təfəlik pul qarşılığında və yaxud da ki, atıram, məsələn, xoşuna gəlir, deyir ki, mənim mahnımın temperi ancaq Röyan səs temperinə uyğundur, vəbşə hədiyyə verirəm, geçsin oxusun, mənə də məşhurlaşdırsın. Məsələn, belə bir şey də ola bilər. Yəni, hədiyyə də verə bilər, sata da bilər. Amma onun icazəsi olmalı ki, onun bəstələdiyi mahnını o oxuya bilsin.
Bu da müəlliflik hüququna aid. Sonra başqa nə var idi? Patent. Məsələn, bu adicə jilet var da, kişi üçün üz qırxan lezva. Məsələn, o jilet fransız əsilli onun ixtiraçısının adıdır, yoxsa soyadıdır, nədir? O adda adam olub. Məsələn, o metalı axtarıb deyəcəksiniz ki, orada nə var ki? O elə deyil. O xüsusi metal axtarıb tapıb ki, fikir verirsiniz, jileti nə qədər uzun müddət istifadə edirsən, nə qədərdən sonra paslanır. Yəni, gec paslanan bir material tapıb və həm də itiliyini itirməyən bir material tapıb. Sonra onun öz adına patentləşdirib, vəssalam. Bircə dəfə onu tapıb patentləşdirir. Kim istehsal eləmək istəsə, ondan icazəsini alır, ona pulunu ödəyir, haqqını ödəyir. Və ya da Edison adına Amerikada 100-dən çox patent olub. Tutaq ki, işığı patentləşdirib. Xüsusi metal tapıb ki, yüksək istiliyə dözsün, həm işıq saçsın, həm də yüksək istiliyə dözüb, tutaq əriyib tökülməz. Yəni, patent də adətən iftiralar üzərindən mövcud olur. Və ya da birisi yazan, birisi patentləşdirir. İndi başqa ölkələrdə də birisi şirkətləri var, hansılar ki, o proqramı satırlar. Rəsmi şəkildə satırlar. Yəni, lisenziya əsasında satırlar. Nəyə əsasən satırlar? O şirkətlərin hamısı Ukraynalılardır, Ruslardır. Gedib onlarla doqovur bağlayırlar, müqavilə bağlayırlar. Onlara pul ödəyirlər ki, burada onun patentini alıb, burada Azərbaycanda kimlərə onu sata bilsin. SAP proqramı olsun və yaxud da başqa bir şey olsun. Yəni, patent də adətən ixtiralarla yazılmalı. Məsələn, siz oturub bir dənə proqram yaza bilərsiniz, mühasibənin işin yüngülləşdirməkdən ötürü. Tempoyla bu sahəyə başlamışsınız. Və yaxud da bazara araşdırıb belə bir şey tapa bilərsiniz ki, onu patentləşdirirsiniz sabah. Kimsə onu eynisini düzəldib satmaq istəsə, məsələn, sizə haqq ödəməli ola bilər. Və sair və əlaxır. Bu oldu qeyri-maddi aktivlərlə əlaqəli. Adətən yoldaşlar, qeyri-maddi aktivi satan da, alan da onu uzun müddətli müqavilədə çilətdirir. 5 illik, 10 illik. Yəni, hər il təzələmək yerinə bir dəfəlik 5 illik, 10 illik satıram. Yaxşı, necə nəzarət eləyirlər? Sadəcə olaraq keyfiyyətə nəzarət olur orada. Yəni, məsələn, otellər var, Marriott otel filan. Neynir? Öz nümayəndəsini ildə bir dəfə, 2 ildən bir göndərir, nəzarət elətdirir ki, hə, standartlarıma uyğundur, yoxsa yox, vəssalam. Bilmirəm, proses necə adlanır, amma hə. O da əlbəttə ki, mühəndisələr əvvəlcədən hər şeyi düzüb qoşacaq. Elə də olmaz. Banklarda da elə mister gest var. Öz əməliyyatçıları baş idarədən göndərirlər, görün müştəri ilə necə şey eləyirlər. Günah Xamdullahın əlindən cana yığılıb gəlib mənə deyir ki, mənim gözləntim çoxdur. Acığımız sizdən çıxacaq. Hə. Yoldaşlar, biz maddi uzun müddətli aktivlərə, yəni bizneslərdə ən çox qarşılaşacağımız maddi uzun müddətli aktivlər nələrə aiddir? Birinci yerdə əsas vəsaitlər dayanır ki, buna indi yeni hesablar planda biz torpaq tikili və avadanlıqlar adı ilə rast gələcəyik. Beynəlxalq mühasibat sudunda zaten elə gedir. Property, plant property, nə bilim, Plant property. PPE kimi. Ondan tərcümə ediblər də. Əsas vəsaitlər. Nədir? Məsəl üçün, buradakı stollardır, işçilərin işlədiyi kompüterlərdir. Bunlar bizim əsas vəsaitimiz sayılır. Ömürləri də %99, yəni sındırmasaq, dağıtmasaq 1 ildən çox olur. Məsələn, bu stollar, Allah bilir, bəlkə də hər hansı birimizlə yaş olan da ola bilər. Məsələn. İkinci, yadımdan çıxır, investisiya mülkiyyəti. İnvestisiya mülkiyyəti ilə əsas vəsaitin fərqi nədir? Bunu izah eləyək. Məsəl üçün, Paşa Construction deyək, bir dənə binası var. Orada ancaq Paşa Construction əməkdaşları işləyir. Bu Paşa Construction nə idi? Əsas vəsaitidir. Çünki özü istifadə edir. Port Bakunu da tikir, amma Port Bakuda özü istifadə eləmir. Neyini? İcarəyə verir. Uje uzun müddətli aktivi olsa da, icarəyə verdiyinə görə o investisiya mülkiyyət kimidir. Təbii ki, ora investisiyanı qoyub, oradan pul gəlir bunun. Uzun müddətli investisiya mülkiyyətidir. Və yaxud da ki, bu çox tikinti şirkəti olur. Tutaq ki, 10 dənə sement qarışdıran maşını var.
Bunun hal-hazırki layihələrində 5-ini istifadə edir. 5 dənəsini orada yatdırmır, başqa tikinti şirkətlərinə layihələr olan arendaya verir. İcarədə olduğu müddətcə onun nəyi sayılacaq? İnvestisiya mülkiyyəti. Və yaxud da üçüncü bir şey, Azərbaycanda önəm verilən, daim də dəstək göstərilən kənd təsərrüfatına əlaqəlidir. Bunlar da bioloji aktivlərdir. Bioloji aktivlər. Məsələn, tutaq ki, südçülük fermamız var. Oradakı inəklər canlı varlıqlardır axı. Bizim bioloji aktivimiz sayılır. Və ya da Quba-Qusar tərəfdə alma bağlarımız var, tutaq ki. Zaqatalada fındıq bağımız var. Oradakı ağaclar sizin bioloji aktivinizdir. Çünki ömürləri bir ildən uzundur və sizə fayda gətirirlər. Məsələn, birindən süd sağıb satırsan, o birisindən fındıq, alma yığıb satırsan, pul qazanırsan. Canlı varlıqlarda olduqlarına görə onlara bioloji aktiv deyirlər. Bu bizim aktivlərimiz haqqında ümumi məlumat. Bu ilə əlaqəli sualınız varsa, varmı? Buyurun. Bir son mallardan bakıyoruz. Buyur. Mallar tabii bilimler farklı. Fiyatlar deyək, mallar. Bəli. Bilim altında satıb olmaq gəlmir. Yox, bir ildən az müddətə satmaq yox. Adətən ömrü bir ildən az olan, bəli, varlıqlar, ehtiyatlarımız. Buyurun. Satmış olur. Və bir də Hə. mesela tək ehtiyat yox, həmçinin məsələn biz deyirik ki, işçilərə qarşı hər hansı bir su, çay, belə. Bəli, bəli. ehtiyatlar. İndi satış olunanda mənim məsələn o artıq jurnalda yazılır, nə bilim, Bəli. Bəli. Və Bəs bu məsələn işçi su verildi, o işçi o suyu içsin. hı. Yəni bunun Orada yanaşma ikidəndir. Adətən işçilər üçün alınan, məsəl üçün də sənin dediyin sulardır, çaydır, qənddir və yaxud da dəftərxana ləvazimatı, təmizlik vasitələridir. Şirkətlərin yanaşması iki cür olur. Ya onu ambara mədaxil eləyirlər, sonra ambardan çıxardıb xərcə silirlər. Məsələn, ambardan çıxırsa ambarın krediti hər hansı bir xərc hesabının debeti. Tutaq 721 inzibati administrativ xərclər və yaxud da 731 digər əməliyyat xərcləri. Birbaşa xərcə silirsən. Ya da ki, ümumiyyətlə onu alanda o qədər xırdalığına getməmək üçün, uçotu biraz sadələşdirmək üçün onu aldı, gətirdi, zaten şöbələr üzrə bölüşdürür də. Yəni qanda ambara qoyub işçiyə bir-bir verməyəcək ki, düzdür? Neynir? Kuxniya qoyur, kim neçədən nə içir, içir. Ya da birbaşa aldı, alışını elədi. Ambara mədaxil edib də birbaşa xərcə silə bilər və yaxud da direkt olaraq xərcə silir. Yəni 531-dən götürür, birbaşa 721, 731. Çünki dəftərxana elədir ki, gələn kimi şöbələr üzrə paylaşdırılır. Təmizlik ləvazimatı elədir ki, gəldi təmizlikçi xalıya verirsən, daha onu izləmirsən. Yanaşma fərqindən asılıdır, uçotu qurmağınızdan asılıdır. Ambardan keçməyi ola bilər. Dəftərxana məsələn, ruçka, qələm, dəftər alırsınız, papkalar alırsınız. Bir var ki, izləyirlər. Yəni, biraz belə deyək də, bürokratiya yaradır. Deyir ki, mən ambara təhvil vermişəm, sən o ambardan tələbnamə yazmalısan, rəhbər onun üstünü imzalamalıdır, sən apab ambardara verirsən, ambardar o tələbnamə əsasında malı məxaric eləməlidir. Bir var belə, bir də var ki, adətən belə deyək də, böyük dövriyə eləyirlərsə əgər onların üzərindən, məsələn, yekə şirkətdir, orada da dəftərxana olsun, o nüanslar olsun, əməliyyatlar böyükdür, məbləğ böyükdür. Hə, onda ambar üzərindən nəzarət edə bilərsən ki, ortada nəsə itki olmasın. Çünki məbləğ böyükdür. Xırda şirkətlər adətən çox detala girmirlər. Detala girmək istəsə, tutaq ki, bunda gərək Ramin mənim bir dənə ambardar tutsun, bir dənə ona otaq versin, doldursun ora, tutsun ki, bundan icazə almamış vermir. Düzdür? Hə, bəli, bəli. Məbləğ böyük olanı, tutaq, hər ay sən konsilyarski və mətbəx xərcləri və təmizlik və 50 min, 60 min pul xərclənir, tutaq, böyük bir zavodsun. Hə, onda məntiqlidir o yanaşma. Ambarda qoyursan, ambardar tələbnamə ilə malları buraxır və ayda, həftədə bir dəfə gətirir, hesabatını verir. Sən də mühasib kimi onu oradan silirsən. Bu okey. Bir də var, xırda şirkətsənsə, belə detala getməyin bir əhəmiyyəti yoxdur. Çünki gərək kimsə təyin eləyəsən. Ona xüsusi əgər təyin edirsənsə, ambara da yer verməsən. Çünki o kuxniya qoyur, gəldi sabah görür ki, qənd yoxdur, neyniyəsən? Onun adındadır. Ona görə də yanaşma fərqi şirkətin dövriyyəsinə, abarodundan da asılıdır. Məsəl üçün, bizdə vergi sotu deyir ki,
500 manatdan yuxarı avadanlıqlar əsas vəsait sayılırdı. Uzun müddətli aktivlər. Ömrü 1 ildən çox, dəyəri 500-dən yuxarı olan. Amma məsəl üçün, beynəlxalq mühasibə sodunda belə bir şey var ki, əgər sənin dövriyyəvin qarşısında o cüzi 1% təşkil edirsə, 0,5%, 1%, 0,3%-dirsə onun dəyəri. Onu uzun müddətli aktiv kimi götürüb amortizasiya eləməyin bir məntiqi yoxdur. Birbaşa xərcə sil getsin. Belə də yanaşanlar olur. Bəli. Yox, ikili uçot aparan şirkətlər var da. Niyə görə? Məsələn, Azərsundur, Paşa Holdingdir. Onlarda həm IFRS komandası olur, beynəlxalq mühasibə uçot standartlarına uyğun, həm də yerli qanunvericiliyə uyğun vergi komandası olur. Vergi komandası ona görə lazımdır ki, dövlətlə olan münasibətləri tənzimləsin, hesabatlar düz getsin, sərəncam olmasın və s. və ilaxır. IFRS ona lazımdır ki, böyük bir korporasiyadır və xariclə işləyir. Xaricdəki debitor kreditorlar buradakılardan fərqlənir. Sən ondan nəsə almaq istəyəndə deyir ki, mənə hesabatlarını göndər, pul vəsaitlərini göndər, mənfəət zərərini göndər, balansını göndər. Mən onu analiz edəcəm. Görüm sənin likvidlik dəyərin nədir? Görüm sənin pul vəsaitlərin hara gəlir gedir? Mənfəət zərəri nədir? Bəlkə malımı verdim, sabahdan müflis oldun, özü elan elədin, ödəmədi. Və yaxud da müştəri də istəyirəm, xaricə mal satanda da istəyirəm. Onu da hətta xariclə işləyən şirkətlərdən Big Four-dan istəyirlər. Ya Deloitte-dan al, ya EY-dan al, nə bilim, ya Ernst Young-dan al göndər. İnam qazanmış beynəlxalq arenada auditlərdən işləyirlər. Müştəri niyə istəyir? Deyir ki, qardaş, mənim mal satırsan da. Düzdürmü? Bəlkə sənin vəziyyətin elə ki, sabah mənim sifarişimi qarşılaya bilməyəsən. Mənim sifarişimi qarşılaya bilməməyim, mənim də başqaları qarşısında öhdəliyimi yerinə yetirə bilməməyim deməkdir. Ona görə hesabatları ver, analiz edin. Beynəlxalq arena ilə işləyən şirkətlər bir də yerli qanunvericilikdə auditorlar palatasının qoyduğu tələblər var. MMC-lər üçün, GSC-lər, ASC-lər, banklar üçün. Bir də o tələblərə uyğun şəkildə beynəlxalq mühasibə standartlarına uyğun sənin audit rəyin olmalıdır. Bu audit rəyi zaten üçüncü şəxs olur. Hansının ki, sənin işləri və aidiyyatı yoxdur. Vergi uçotunda zaten sən aparsan dövlətə uyğundur. Xırda şirkətlərə ikili uçot aparmaq o qədər də maraqlı olur. Bir uçot üzərindən gedirlər və s. Bizdə qarışıqdır. Bizdə niyə görə qarışıqdır? Deyim də, mühasibə uçotunu keçirən qanunvericiliyə uyğun tələbləri filan göstərirəm, lazım gələn saytlarda açıram, dövlət saytlarında əməliyyatların icra olunmağını göstərirəm ki, çünki bizdə sıfırdan başlayanlar deyə adətən yoldaşlar deyir ki, kursu qutarım, nələrdənsə məlumatım olsun ki, hardasa gedim işə başlayaq. Bəli. Bəli, böyük ölçüdə bəli. Amma beynəlxalq Niyə tələbdən asılı? Məsələn, beynəlxalq üzərindən getmək istəyirsə, ACA sertifikasiyaları daha məqsəd uyğundur. O işi konkret beynəlxalq uçotla əlaqəlidir, İngiltərənin proqramıdır. Niyə ki? Baza olaraq, yaxşıdır. Baza olaraq yaxşıdır, amma seçimdən asılıdır, məqsəddən asılıdır, gedə bilərsin. Baza olaraq bu yaxşı bazadır, bəli. Harada qaldı? Sən sual. Aydın oldu yoxsa yox? Sıkıntısı bir onları yəni belə yazmışıq. Debit xərc olaraq kreditdə əsas vəsait. Təyin elə mal dəfələrlə bilmirsən. Ambara mədaxil eləmisənsə, ambardan silərsən. Yox, birbaşa xərcə silmək istəsənsə, kreditorun krediti, xərcin debit vəssalam. Baxır, indi sənin şirkətin hansı yanaşmaya uyğundur da, uçot sistemində xırda şirkətsə dediyim kimi, sadə versiya ilə gedirsə, birbaşa xərcə silirsən, kreditordan gəldi. Təyinatını da yazırsan ki, məsələn, dəftərxana, mətbəx xərcləri və s. və ilaxır. Yox, böyük şirkətsə və əhəmiyyətli dərəcədə çox pul xərcləyirsə, onu da ambar uçot üzərindən getməyi və ambara mədaxil olunub oradan silinməyi daha məqsəd uyğun. Dolayısıyla istəyirsiniz 2-3 dəqiqə fasilə verək, sonra onların gedək passivlər bölməsinə və baxaq görək, aktivlər niyə görə passivlərə bərabərdir? Verək fasilə. Su, çay,
Koefisient üçün qoyulub. Ha. Davam eləyək yoldaşlar. Aktivləri bildik. İndi keçək passivlərə. Passivlər nədir? Və niyə görə aktivlərə bərabərdir? Yoldaşlar, passivlər özü bəli, hansı hissələrdən ibarətdir? 1. Kapital, üstəgəl öhdəliklər, üstəgəl gəlir, sıxılsın xərclər, gəlirlər daha doğrusu deyək. Bir də sıxılsın nə var mühasib? Nə? Dividend. Dividend. Dividendi mən çox vaxt niyə görə qeyd eləmirəm? Zaten o kapital hesablarının içərisində öz əksini tapır. Ödənişə də gedəndə qısa müddətli öhdəliklərin içində yer alır. Dividendi qısaca belə izah edeyim. Şirkət əgər mənfəətlə işləyirsə, şirkətin mənfəətindən təsisçinin istədiyi paydır. Təsisçi kimdir? Şirkəti quran oğlan. Shareholder ingilislər demişkən. Yəni şirkət qurmusan, məsələ üçün. Fərq. Şirkəti niyə qurmusan? Şirkət pul qazanıb sənə də pul versin deyə, düzdür? Şirkət sabah mənfəətə çıxdı. Məsələn, sənə hesabat göndərdilər ki, vergiden sonraki mənfəətimiz, yəni xalis mənfəətimiz 100.000 manat. Ona bölüşdürülməmiş mənfəət də deyirlər. Niyə bölüşdürülməmiş mənfəət deyirlər? Çünki təsislərin qərarı olur onun bölüşdürülməsi haqqında. Məsələn, sən də deyirsən ki, okey, 100.000 mənfəətdəsiz, onun 50.000-in verin mənə. Sənin o mənfəətdən istədiyin 50.000 adlanır dividend. Yəni, təsisçinin şirkətin mənfəətindən istədiyi paya deyilir dividend. Yaxşı, bu da təsisçinin qərarına əsasən ödənilən bir şeydir. Biz birinci baxaq, buna uyğun olaraq kapitala. Kapital nədir? Loru dildə deyək, şirkəti qurarkən təsisçinin ora elədiyi yatırımdır, investisiya. Şirkəti qurmaq 15-20 dəqiqənin işidir. Əgər əlində bütün məlumatları, adını filan fikirləşmisənsə, 15 dəqiqənin, 20 dəqiqənin işidir. Müraciət edirsən vergiyə, əgər hər hansı bir səhv məlumat yoxdursa, səhərsi gün sənə təsdiq gəlir ki, şirkəti icra eləmişik. Amma şirkətin fəaliyyət göstərir. Pul qazanmağı üçün ona sərmayə yatırmalısan. Yəni, pul qoyuluş eləməlisən. Buna nizamnamə kapitalı deyilir. Bu biz nəyə oxşuyur? Belə izah edeyim də. İndi, məsələn, mən 87-ci illəmdə, gənclər o dövrü bilməz. Mənlə yaş olanlar bilərlər. O vaxtlarım rayondan dəhşət Rusiyaya axın olurdu. Axın eləyən gənclər hara gedirdi? Öz qohum qardaşın yanına. Onlardan özlərinə pul götürürdülər, borca. Hamısı pulla gedə bilmirdi axı. Maya götürürlər, maya deyirdilər ona. Deyirlər, mənim əlimə biraz maya ver, qazanıb səni qaytarır. Və indi şirkətdə də nüans odur. Sən şirkəti qurmaqla deyil, axı, ora ilkin başlanğıc üçün nəsə bir pul verməlisən ki, o şirkət o pulu dövrü ilə etdirsin, aborot elətdirsin və pul qazana bilsin, gəlir əldə edə bilsin. Hə, indi sual yarana bilər, başa düşürəm. Nizamnamə kapitalının minimal həddi kimi 10 manat qoyurlar. Hə, deyəcəksiniz 10 manatla nə dövrüyə? Deyirlər də, neyə? Amma məsələn, banklarda, bank olmayan kredit təşkilatlarında məcburi məbləğ yuxarıdır. Düzdür? Bankda 50 milyon idi deyəsən, hə? Artırmayıblar. Hə. Məsələn, bank olmayan kredit təşkilatlarında o vaxt 250 min idi, nə qədərsə, nəsə belə bir şey idi. Nə sual var idi şimdisi yoxsa? Hə. Yaxşı, nizamnamə kapitalını zaten yerli investisiyalı şirkəti quranda da, xaricini də quranda məbləğlə göstərirlər. Nizamnamə kapitalı, yəni şirkətə elədiyin ilkin investisiya, sərmayə qoyuluşudur. Bunu artıra da bilərsən gələcəyə doğru, azalda da bilərsən. Amma nizamnamə kapitalı təkcə pul formasında olmur. Həmçinin mal formasında da ola bilər, əsas vəsait formasında, ilkin olaraq düzdür, vergiden qeydiyyata keçirdəndə pul formasında göstərsən. Amma mal formasında da, əsas vəsait formasında da olur. Belə deyək də, loru dildətsək, şirkətin təsisçiyə, şirkətin sahibinə bir növ ömürlük borcu kimi bir şeydir. Onun əlinə maya verir ki, get bunu neynə? Dövr elətdir, pul qazan gətir.
Yaxşı, bu prosesin müsabirləşməsi necə olur yoldaşlar? Şirkəti yaradanda şirkətin bankına, özdə bank hesabına aparıb qoyur. Düzdür, kassaya da qoyurlar. O biraz maxinasiya yoldur. Bank hesabına aparıb qoymalısın. Şirkət təsis olunandan sonra möhürün filan alırsan, bank hesabı açırsan, aparıb banka qoymalısan, nizamnamə kapitalına qoyuluşu. Onun da çekini dövlət vergi orqanına aparıb verməlisən. Bəli, bu ucu dövlətlikdir. Nizamnamə kapitalınızda başqa hal nəzərdə tutulmayıbsa, nizamnamə kapitalınızda göstərdiyiniz məbləği 3 ay müddətinə, şirkət yarandıqdan sonra 3 ay müddətinə bank hesabına qoymalısınız. Qoymadığınız təqdirdə cəriməsi var. Həm direktoru cərimələyirlər, həm şirkəti. Problem ondadır ki, pulu qoyandan sonra da 5 iş günü müddətində aparıb vergiyə o çekləri verməlisiniz. Niyə problem? Yadınızdan çıxıb o çeki vermədinizsə vergiyə, onda da cərimələyirlər. Yəni qoymaqla bitmir. Qoydunuz banka 3 ay müddətində. Sonra 5 iş günü müddətində də o pulu qoyduğunuz gündən etibarən 5 iş günü müddətində də aparıb Dövlət Vergi Xidmətində Milli Gəlirlər Baş İdarəsi var. Heydər Əliyev prospektində İqtisadi İnkişaf Nazirliyinin yanındadır. Aparıb ora təqdim eləməlisiniz. Onu təqdim eləməsəz, yəni 6-cı gün, 7-ci gün versəz, onun da qanundan cəriməsi var. Onda da yenə həm direktoru, həm də hüquqi şəxsi, yəni şirkəti cərimələyirlər. Bu birinci nüans. Pulu qoyanda tutaq ki, şirkəti təsis elədik, nizamnamə kapitalını yatırdıq. 50.000 manat tutaq ki. Bankımızda nə olacaq? Pulumuz, yəni şirkətin bankında pul artacaq. Mən bura nə yazacağam? Debet tərəfə nə yazacağam? Bank, düzdür. Digər tərəfdən də nizamnamə kapitalına qoyuluşu olduğuna görə elə nizamnamə kapitalı, yəni toxunmaq olur. Əlbəttə. Zaten onun şirkətə niyə vermirsən? Şirkət onun sayəsində fəaliyyət göstərib pul qazanmağa. Yox. Loru dildə desək mən təsisçiyə nə oldum? Borclandım. Ona görə də kreditin altına yazıram. Amma bu təsisçiyə başqa borclara bənzəmir də. Nizamnamə kapitalı üzrə borc kimidir. Ona görə bura yazacağam. Nizamnamə kapitalı. Nə qədər? 50.000 dedik. Yazdım 50.000 manat. İndi baxın. Bankda pulum əmələ gəldi. Bank mənim necə hesabım idi? Aktiv hesabımda. Mənim nəyim formalaşdı? Aktivim. Məbləğ nə qədər oldu? 50.000. Amma nəyin sayəsində formalaşdı? Nizamnamə kapitalım. Nizamnamə kapitalım necə hesabdır? Yəni passiv hesabdır. Loru dildə desək nə oldum? Təsisçiyə borclandım. İndi baxın. Yazmışıq aktivlər bərabərdir passivlər. Niyə görə bərabərdir yazmışıq? Çünki şirkətin aktivləri passivlərin sayəsində formalaşır. Görürsünüz, şirkəti qurdum, nizamnamə kapitalına qoyuluş elədim. Bankımda, yəni aktiv hesabımda məbləğ əmələ gəldi. 50.000 manat. Nəyin sayəsində əmələ gəldi? Passiv hesabın sayəsində. Passiv hesab niyə oldu? Çünki təsisçiyə mən 50.000 borclanmış oldum. Şirkət yaradan deyil. Bəli. Hüquqi mühasibə sudunda təhsil yox, hüquqi baxımından dövlətin gözündə, hüquq baxımından ümumiyyətlə istənilən adamın gözündə şirkət ayrı şəxsdir, təsisçi ayrı şəxsdir. Məsəl üçün, şirkətin hər hansı bir fəaliyyətinə və yaxud da fəaliyyətsizliyinə və yaxud da dələduzluğuna görə təsisçinin əmlakı müsadirə oluna bilməz. Olunan hallar var, hansı halda aşkarlasalar ki, təsisçinin səyi nəticəsində bu dələduzluq olunub, onun əmlakı müsadirə edə bilərlər. Amma şirkət öz nizamnamə kapitalı qədər məsuliyyəti daşıyır bilmir. Yəni, öz sahib olduğu əmlaklar qədər məsuliyyət daşıyır. Onun elədiyi fırıldaq əməllərə görə şirkətin əmlakı müsadirə oluna bilər, pulu müsadirə oluna bilər. Görsən, hüquq baxımından ayrı şəxsdir. Amma məsələn, fərdi sahibkarsansa, sənin vergi borcuna görə sənin şəxsi əmlakını da sahibkarlıq fəaliyyətinə başlamamışdan əvvəlki əmlakını da müsadirə edə bilərlər. Çünki, məsələn, nizami kimi də fərdi sahibkaram, şəxs kimi də nizamiyəm də mən. Eyni adamım. Amma şirkət qursam ayrı-ayrı adamlarıq. Ağlınıza pis-pis fikirlər gəlməsin. Yaxşı, yoldaşlar.
Bankda pulum yarandı, aktivim yarandı. Nəyin sayəsində? Nizamnamə, yəni passiv hesabın sayəsində. Yəni necə oldu mənim bu bərabərliyim şirkəti qurandan sonra? 50.000 aktiv bərabərdir 50.000 passivə. Düzdür? Burada 50.000'lik pulum yarandı, burada da 50.000'lik loru dilə desəm öhdəliyim, yəni borcum yarandı. Deməli, aktivlərin yaranma səbəbi passivlərdir deyə onlar həmişə bir-birinə bərabər olur. İndi keçək. Dedik ki, təkcə pul şəklində yox, əsas vəsait şəklində də, mal şəklində də qoyula bilər. Məsələn, mənim praktikamda olub bir dəfə kiçik mühasib olanda Azmeko, indiki Sokar metanol zavodu. O vaxt Azmeko idi, özəl idi, dövlətlə əlaqəsi yox idi. Məsələn, orada işləyəndə görmüşdüm, təsisçi 2 dənə Toyota Camry-ni nizamnamə kapitalına qoyuluş kimi şirkətə qoymuşdu. Nizamnamə kapitalında artış eləyib, əsas vəsait formasında. Tutaq ki, bizdə də o da niyə görə deyir ki, nizamnamə kapitalına qoyduğumu əsas fəaliyyət üçün xərclə. Mən sənə buradan müdürün gedib gəlmək üçün filan avtomobili nəqliyyat vasitəsini verirəm. Yəni onlara xərcləm. Məsələn, indi əsas vəsait kimi, yəni uzun müddətli aktiv kimi 20.000'lik bir dənə avtomobil verdi. Mənim uzun müddətli aktivlərimdə, yəni əsas vəsaitlərimdə nə baş verəcək? Artış. Deməli, aktivlər, bu arada yoldaşlar, aktivlər debetdə artır. Çünki aktivlər mənim sahib olduğum nədir? Maddi və qeyri-maddi varlıqlardır. Varlıq da mənə gəldikcə deməli plus olur, yəni debetdə nə olur? Artır. Məsələn, əsas vəsait kimi təsisçi şirkətə 20.000 manatlıq avtomobili nizamnamə kapitalı kimi qoyuluşunu elədi. Şirkətin əsas vəsaiti artacaq. Nəyin sayəsində? Nizamnamə kapitalı sayəsində. Mən kreditdə də həmən avtomobilin dəyərini nə olacam? Təsisçiyə loru dildə desək borclanacam. Sən ədəd bir dənə 20.000 manatdır. Bu mal şəklində deyə miqdarını yazdım. İndi mənim aktivlərim həm pulum oldu, həm uzun müddətli aktivim oldu. İkisi bir yerdə elədi 70.000, düzdür? Aktivlərim oldu 70.000. Digər tərəfdən də bu aktivlər yarandı passivin sayəsində. Loru dildə desək, bunları təsisçiyə nəyəm? Borcluyam. Ona görə də passivim də olacaq 70.000. Fikir verin, aktiv nə qədər dəyişirsə, passiv də o qədər dəyişir. Bərabərlik pozula bilməz. Mal şəklində qoya bilərmi? Qoya bilər. Məsəl üçün, öz adına mal gətirib xaricdən, gömrüyünüz adı hamısını rəsmiləşdirib, indi bunu nizamnamə kapitalı kimi şirkətin adına verir ki, birinci partiya malı da sənə verirəm. Nizamnamə kapitalına qoyduğum pul öz yerində. Onu da abaroda bıraq. Bunu da sat, dövriyən şişsin. Bu zaman həmən malları, ehtiyatları gətirib hara qoyacam? Ambara. Mən ambarımda nə baş verəcək? Artış. Yazıram debetə. Çünki sahib olduğum varlıqlar artır. Digər tərəfdən də təsisçiyə o malları borclanmış olurum. Amma nə formasında? Nizamnamə kapitalı formasında. Ona görə də borcum da artdığına görə loru dildə desək, kredit tərəfə də yazıram nizamnamə kapitalı. Tax ədəd olub 1000 dənə, biri 10 manatdan elədi 10.000 manat. İndi yenə aktivlərim artdı, nə qədər oldu? 80.000. Amma 80.000 manatda eyni zamanda təsisçiyə nə oldum? Borclandım. Ona görə də fikir verin yenə aktivlərimlə passivlərim bir-birinə bərabər oldu. İndi yoldaşlar, burada nüans nədən ibarətdir? Sən şirkətə nizamnamə kapitalını nə formada qoymusansa, ancaq o formada götürə bilərsən. Yəni, pul şəklində qoymusansa, sabah nizamnaməvi geri çəkirsənsə və yaxud da azaldırsansa, pul şəklində götürə bilərsən. Daha gedib ambardan malı götürüb deyə bilmərsən ki, mən nizamnamə kapitalımı azaldıram, mal kimi götürürəm. Və yaxud da mal formasında qoymusansa, o dəyərdə mal formasında çəkə bilərsən. Əsas vəsait formasında qoymusansa, o dəyərdə əsas vəsait formasında çəkə bilərsən. Məsələn, bizdə olmuşdu pandemiya hələ bu bloklanma getməmişdən əvvəl pandemiya dövründə. Bir yoldaş şirkət açdı, saqqız gətirdi bir tır. Elə bir bəxtindən
Üstündən bir həftə keçmədi, blok şey elədilər də, qadağa qoydu. Bizdə də saqqızı ha vaxt çeynəyir, çölə çıxanda çeynəyir. De, evin içində kimdir saqqız çeynəyir. Evdəkilərə xoşdax elə bil. Hə. Ona görə də qaldı onun saqqızı daşlaşdı. Daşlaşdı, xarab oldu da. Vergiyə yazdıq ki, bu adam nizamnamə kapitalını pul şəklində qoyub. İndi icazə versəz, o malı çıxartmaq istəyir, vergi icazə vermədi. Dedi, qardaş, hansı şəkildə qoyubsa, o şəkildə götürməlidir. Onu da kimsə demiş ki, saqqızın izolyasiyası yaxşıdır, yəni nədirsə, hardasa tikinti işlədirdi, dedi, orada istifadə edəcəm. Və bilmirəm nə dərəcədə düzdür. O da qida məhsulu idi, əslində o məhv olmaya getməli idi, xarab olubsa. Bəli, akta gəlib onu klaşdırıb aparmalıdır. Vergi nə dedi? Dedi ki, pul şəklində qoyubsa, pul şəklində götürə bilər. Yəni, bizə aidiyyatı yoxdur da, biznes iflas edib, neyiniyib. Gəlib birdən sabah yoxlama açılsa, görsək ki, saqqız yoxdur, onu satış kimi hesablayıb. Həm ƏDV-sini alacaq, həm də oradan mənfəət çıxardıb, mənfəətini alacaq. Prosta orada o götürdü, niyə görə? Zaten şirkət təzə gətirib belə boşaltmışdı, lokaut oldu, şey oldu, biabırçılıq oldu. Ona görə də şirkətin fəaliyyəti yox idi, heç kim gəlib onu yoxlayasın. Dedi, götürürəm öz boynuma da, onsuz da şirkəti işlətməyəsin. Fəaliyyətini dayandırmışdı. Amma yəni bilin də, verginin yanaşması da belədir. Deyir, pul şəklində qoymusansa elə götürə bilərsən. Mal formasında qoymusansa elə götürə bilərsən. Biz sizlər, bizlər nə üçündür? Hansı riskləri? Bağlanmaz az söhbətini deyirsiniz, yoxsa nəyi? Orada pul məsələsi var. İndiki ancaq pul var. Bəli, bəli. Sən bunu fikirləşməlidir ki, mən bunu pulla daha yoxsa ki... Yox, indi bir nüans var da. O da bilmirdi ki, pandemiyada biz bağlana bilərik. O risk almamışdı. Onu fikirləşməmişdi. Uca onu, o tərəflərini fikirləşən biznesmenin özün yanaşması olmalıdır. Bəli, əlbəttə ki. Çünki ya biznes strategilərin olmalıdır. Ümumiyyətlə, biznes elə bir şeydir ki, xırda biznesdən söhbət gəlmir. Böyük biznesdə özümüz düşünüb qərarlar verməliyik ki, məsələn, mən malı gətirdim, sabah əlimdə qalma riski var, bu var, o var. Bu nüanslara diqqətlə yanaşmalıyıq. O şey hazırlaşdı. Arkadaşlar, istəyirsiniz burada dayandıraq. Gələn dərs bu hissədən davam edəyək. Bu yazırdı. Kapitala qədər danışdı. Buyurun, əlbəttə ki. Özəl. Özəldə, niyə görə deyirəm? Özəldə sistem olmur, özəldə sistem olmur. O sistemi ya komanda şəklində sən qurursan, mühasibət sistemini. Belə deyək də, dövlətdə hər şey relsin üstündədir. Gedirsən, olursan robot. Deyirlər, bunu belə elə, onu elə, eləyirsən. Mən dövlətdə işləyən o qədər beynəlxalq sertifikatlı adamlar gördüm ki, gözünün açandan dövlətdə idi. Birisi yazmışdılar, məni dəvət edədilər 3-cü şəxs kimi. 3 dənə şey istəmişdim yoxlamağı, yoxlaya bilmirdim. Axırda getdim, problem nədir? Dedi, bilmirəm necə yoxlayayım, hardan başlayayım, bilmirəm. Halbuki sadə bir prosesdir. Özəldə işləyənlər amma özəlin 99%-ində tempoda kiçik orta sahibkarlıq. Ortalarda bəlkə var, kiçik mikro sahibkarlıqda sistem yoxdur deyə, sistemi özün qurursan deyə mühasibət sotun qurulmağını öyrənirsən. Ona görə daha da professionallaşırsan, əlbəttə. Dövlətdə işləyənlər amma uzaqbaşı qanunvericiliyi bilir, nə bilim, robot kimi olurlar da. Dövlətin plüsü ondakı bayram günləri 6 bazar evdə olsun. Aynen böyle bir yer